21-ci əsr ya ictimai elmlər əsri olacaq, ya da ümumiyyətlə olmayacaqdır. Folklorumuzun özəyini təşkil edən bu ufoloji dünyanın dəyərlərinə söykənib, bu qlobal axına qarşı dayana bilərik. İnternet kommunikasiyası yazılı olsa da, onun mahiyyətində şifahi, yazmaq yox, danışmaq emosiyası dayanır. Folklorun ən mühüm vacib tərəfi heç bir başqa sahənin kollektiv barədə verə bilməyəcəyi informasiya verməyindədir. Mircavad Cavadovun, Kamal Əhmədin, Rasim Babayevin. Biz bunlara baxsaq, bütünüylə təpədən dırnağa Azərbaycan folklorudur. Bugün biz internet folkloru mövzusunu müzakirə edəcəyik. Bu folklorşünaslıqda yeni bir mövzudur. Mən qonaqlarımızı sizə təqdim edeyim. Demək, bizim bugünkü tədbirimizdə, görüşümüzdə 3 filologiya üzrə elmlər doktoru iştirak edir. Sərxan müəllim Xavəri, Hikmət Quliyev və Səfa Qarayev. Folklorun öz mənşəyini təşkil edən bir anlayışdan başlamaq istəyirəm. Bizim hörmətli elmlər doktorlarımız bu məsələyə münasibət bildirsinlər. Bu xalq anlayışıdır. Yəni folklorun mənbəyi, folklorun qaynağı xalq yaradıcılığıdır. Amma bu xalq sözünün özü terminoloji olaraq cəmiyyətimiz üçün o qədər də aydın deyil. Məsələn, Heydər Camalın bir kitabı var. Orada yazır ki, xalq anlayışı millətçi sağçıların, millətçi sosialistlərin uydurduğu bir anlayışdır. Və yaxud Nihal Atsız var, Türk ideologiyası kitabında yazır ki, xalq terminoloji olaraq kommunistlərin yaratdığı bir anlayışdır. Yəni, kommunistlər milliyyətçiliyi qəbul eləmirdilər. Ona görə də idarə etdikləri kütlələrə xalq adı qoymuşdular. İndi mən istəyərdim ki, bu folklorda bu xalq anlayışı hansı mənanı daşıyır? Və bu suala istəyirsiniz Sərxan müəllimlə başlayaq. Çünki folklorik qaydalara uyğun olaraq söz böyüyün olmalıdır. Mən hesab edirəm ki, dediyiniz məsələlərin aydınlaşdırılması üçün ilk növbədə biraz məsələyə iri nəzəri platformada yanaşılması lazımdır. Onu qeyd eləmək istəyirəm ki, folklorşünaslıq dediyimiz elm sahəsi, folklor dediyimiz anlayış əsasən o Kunun anlayışından, kateqoriyasından istifadə eləsək, dünyada 2 paradigmadan ibarətdir. Yəni folklor tutaq ki, 1812-ci ildə tutaq ki, Almaniyada Qrim qardaşlarının o nağılları toplaması ilə sonra 1846-cı ildə Thomson tərəfindən bu anlayışın irəli sürülməsi ilə başlayır. Həmin dövrdə folklorşünaslıq bir filoloji elm sahəsi olaraq yaranır və filoloji elm sahəsi olaraq da inkişaf edir. Yenə deyirəm, o Kunun nəzəriyyəti ilə yanaşsaq, bu təxminən 20-ci əsrin ortalarına qədər folklorşünaslıq bir filoloji elm sahəsi olaraq inkişaf edir. Artıq 20-ci əsrin ortalarında ümumən ictimai təfəkkürdə dünyada gedən proseslər, kulturologiya, tutaq ki, bu psixologiya sahəsində müəyyən yeniliklər, Freydin nəzəriyyəti və s. meydana gəlməsi nəticəsində folklorşünaslıq elmində ciddi bir paradigmatik dəyişiklik baş verir. Bunun da əsasında bayaq adını qeyd elədiyiniz verilişdən əvvəl Alan Dandes başda olmaqla Don Ben Amos, Richard Dorson, Bauman kimi alimlər dayanırlar ki, onlar folklorşünaslığı yeni bir paradigmaya keçirirlər. Və bu paradigmalar arasında filoloji folklorşünaslıqla, deyək ki, şərti mənada sosial antropoloji folklorşünaslıq arasında əsas fərq dediyiniz xalq anlayışına münasibətdən başlayır. Və Alan Dandes Xalq kimdir adlı bir məqalə yazır. Həcm etibarilə olduqca kiçik bir məqalədir. Və həmin məqalə demək olar ki, dünya folklorşünaslığını bütövlükdə yeni paradigmaya sıçradır və anladır. O, gətirdiyi elmi yenilik kəşf nədən ibarət idi? Alan Dandesin Xalq kimdir məqaləsi ilə. Alan Dandesə qədər folklore 2 hissədən ibarətdir, xalq və bilik. Dediyimiz kimi xalq, etnik qrup nəzərdə tutulurdu. İlk dəfə olaraq Alan Dandes irəli sürür ki, folklorda nəzərdə tutulan xalq anlayışı etnik qrup və etnik birlik anlamında deyil, məhz sosial qrup anlamında götürülməlidir. Yəni, bir erməni, bir gürcü, bir Azərbaycanlı, bir rus, bir ingilis birlikdə birləşə bilərlər. Tutaq ki, hansısa bir sosial şərtlər daxilində bir yerdə münasibətdə ola bilərlər. Onların bir yerdə münasibətdə olması kommunikasiyası nəticəsində
aralarında ortaq jestlər, ortaq mimikalar, pantomimikalar, hansı ki onlara xüsusi məna yükləyə bilərlər. Onlar tutaq ki, gözlə qaşla bir-birinə hansısa semantik mənanı başa sala bilərlər. Bu halda həmin müxtəlif millətə məxsus olan 6-7 nəfər xalq, onun yaratdığı üst qurumda olan mədəniyyət də Loreni təşkil edir. Zahirən belə bir primitiv görünən Alan Dandes tərəfindən irəli sürülən həmin bu yenilik ciddi bir paradigmatik dəyişikliyə o mənada səbəb oldu ki, artıq folklorun deməli ən qədim dövrdən bu günə qədər ki, müxtəlif kombinasiyalarda təşkil olunan insan qrupları anlamına gəldi. Bir ailənin tərkibində 2 nəfərdən tutmuş, bir planetin tərkibində milyonlarla insana qədər. Hətta 2 nəfərdən ibarət olan, tutaq ki, 2 dost arasında və yaxud sevgili cütlüyü arasında ola bilər. Ailədə tutaq ki, ailənin başçıları arasında ola bilər, övladlar tərəfindən qardaş bacı arasında ola bilər. 2 nəfər arasında əgər ortaq faktora əsaslanan hansısa bir anlayış, xüsusi semantik məna yüklənilirsə, o lore adlanır. Həmin 2 nəfər isə artıq xalq adlanır. Bax, bu ciddi paradigmatik dəyişiklik və bu eyni zamanda lore anlayışına da təsir etdi. Lore anlayışı, bilik anlayışı birinci paradigmatik səviyyədə daha çox ədəbi, bədii yazılı mətnlər, nağıllar, dastanlar, bayatlar hesab olunurdu. Amma artıq Alan Dandesin, ondan sonra Don Benamosun, Richard Dortonun yanaşmasından sonra xalq anlayışına münasibət dəyişdiyi kimi Loreyə də münasibət dəyişməyə başladı və hesab olundu ki, bədii olmayan, sözlü olmayan mətnlərdə o şeylər ki, məna yüklənir, ənənə vasitəsilə ötürülür və kollektiv bilik hesab olunur, arxasında dayanan kollektivdir və onun yaranmasına səbəb olan generator, tutaq ki, belə kommunikasiyadır. Artıq o loredir. Məsələn, bir nümunə kimi deyək. Tutaq ki, məsələn, 2 nəfər bir-birinin arasında hansısa bir işarəyə xüsusi məna verir. Yalnız onlar özləri başa düşürlər ki, bu hansı mənaya gəlir. Tutaq ki, hər hansı bir jest, bizim bildiyimiz mimikalar, pantomimikalar, onlar artıq lore mənasına gəlir. Yalnız nağıllar, dastanlar, bayatılar söz demək deyil. Yəni, siz internet folklorundan danışarsaq dedir. İlk növbədə nəzəri metodoloji, onu nəzərə almaq lazımdır ki, folklora münasibətdə bütün dünyada 2 nəzəri metodoloji yanaşma var. Sosial antropoloji nəzəri yanaşma 20-ci əsrin ikinci yarısından sonra meydana çıxan və Azərbaycan folklorşünaslığında Sovet hakimiyyəti illərində filoloji folklorşünaslıq hakim olduğuna görə bizdə ümumiyyətlə inkişaf etməyən folklorşünaslıq və bir də ənənəvi başlanğıcdan başlayıb 20-ci əsrin ortalarına qədər gələn filoloji folklorşünaslıq və yaxud buna icra mərkəzli folklorşünaslıq və mətn mərkəzli folklorşünaslıqla deyilir. Yəni filoloji folklorşünaslığa mətn mərkəzli folklorşünaslıq, deməli, sosial antropoloji folklorşünaslığa isə icra mərkəzli. Ona görə icra mərkəzli deyilir ki, ikinci folklorşünaslığın paradigmatik yanaşmasında hadisənin baş vermə, mətnin yaranma, lorenin əmələ gəlmə prosesində sosial şərtlənmə əsas əlamət hesab olunur. Bizim folklorumuzda bunların hansı daha üstünlük təşkil edir? Yoxsa bu bütün folklorlar? Yox, bu universal, universal qanuna uyğunluqdur. Bizim folklorun nümunələrimiz, əslində bu qanuna uyğunluq əsasında müəyyən sosial şərtlənmələr nəticəsində yaranıbdır və inkişaf etməkdə davam edir. Və kontekstualizm, performans nəzəriyyəsi deyilən nəzəriyyələr var ki, həmin nəzəriyyələr kontekst şərtlənməsini, sosial şərtlənməni əsas götürür. Hətta deyirlər ki, folklor mətni deyil, folklorun yaranma prosesinin özüdür, mexanizminin özüdür. Səhv eləmirəmsə, bu Don Benamosun fikridir. İndi yoldaşlar, bu mənada mən ümumi bir giriş, ümum nəzəri platformadakı nəzərə alaq 2 paradigma var, 2 yanaşma var. Filoloji folklorşünaslıq var, sosial antropoloji folklorşünaslıq var və sosial antropoloji folklorşünaslıq nə qədər təvazökarlıqdan uzaq olsa da bizim bu gənclərimizin sayəsində Azərbaycanda artıq son dövrlərdə inkişaf edib. Biz də ayaq uydurmağa çalışırıq müəyyən mənada. Söhbətimizi axarını davam elətdirərik. Mən bu kitabları bizim izləyicilərimizə də göstərmək istəyirəm. Bizim söhbətimiz, görüşümüzdən əvvəl Hikmət bəy və Səfa bəy öz kitablarını bizə vermişdilər. Demək, virtual mühitdə folklor, ənənə və kommunikasiya Hikmət Quliyevin kitabıdır. Yəqin ki, bu kitab satışda da var. Mövzumuzla maraqlanan insanlar əldə edib oxuya bilərlər.
Sonra Səfa müəllimin Azərbaycan nağıllarının psixoanalitik belə deyək də izahına həsr elədiyi bir sosial psixoloji komplekslərin folklorda proyeksiyası, metaforik düşüncə və simvolik məna. Mən bu kitabdan biraz oxumaq imkanım oldu və bu əslində bizim ədəbiyyatçıların, müasir gənc ədəbiyyatçıların da çox araşdırdığı bir mövzudur. Biz uzun müddətdə bir 2-3 ildir ki, bu Azərbaycan nağıllarındakı qəhrəmanlar ki var, onların psixoanalitik şərhin vermək istəyirik və Qismət Rüstəmovun səhv eləmirəmsə Məlik Məmməd haqqında, Məlik Məmmədin psixoanalitik şərhi ilə bağlı bir yazı üzərində işləyir. Çox güman ki, yəni sizlə bu kitabla onun bir əlaqəsini biz yaradacağıq. İkinci kitabda Azərbaycan nağılları, obrazlar və funksiyalar. Bu da dediyim məsələni əhatə eləyir. Biz bu kitablardan sözsüz ki, gələcək söhbətlərimizdə bəhrələnəcəyik. Amma bizim bugün cəmiyyətimizə də az məlum olan və mövzumuzun əsası olan internet folklorudur. Daha doğrusu bu internet folklorunun mənim üçün maraqlı olan tərəfi bunun karnavalistik tərəfidir. Elitar mədəniyyətə biraz təhdid yaradan tərəfidir. Hegemon mədəniyyətə biraz təhdid yaradan tərəfidir. Çünki biz orta əsrlər karnavalı, Baxtinin kitabını oxuyanda, Karnavaldan Romana kitabını oxuyanda orada xatırlayırıq ki, orada karnaval estetikası, elitar mədəniyyəti, hegemon mədəniyyəti, xüsusilə monarxiya və kilsə dəyərləri çürütmək üçün ən çox istifadə olunurdu və orada bu günləri orada belə idi ki, bir gün xalqa icazə verilirdi ki, elitar dəyərləri, hegemon dəyərləri ələ sala bilsinlər və xalq küçələrə çıxırdı. O anonimlik anlayışı da oradan gəlirdi. Bunlar cəzalanmamaqdan ötürü maskalar taxırdılar. Müxtəlif maskirovkalardan istifadə edirdilər ki, bu bilinməsin ki, bu kralı tutaq ki, tənqid edən və yaxud dini papanı tənqid edən konkret kimdir? Və buradan indi mən Hikmət bəy o kitabdan oxuyanda da bir xeyli hissəsini oxuyanda da bir sual yarandı ki, eyni orta əsr karnavalı haqqında dediyimiz bu sözləri bugünkü müasir internet folkloru haqqında da deyə bilərik. Təşəkkür edirəm suala görə. Bir qısa Sərxan müəllimə dediyiniz o sualla bağlı istəyirəm xalq məsələsinə bir münasibət bildirim və oradan qayıdaq internet folkloru məsələsinə. Ümumiyyətlə belə folklorşünaslıq aspektindən Sərxan müəllim onun ümumi çərçivəsini verdi. Müəyyən bir çərçivəni təqdim elədi. Bütün hətta folklorşünaslıq özü bir elm sahəsi kimi yaranana qədərki mərhələdə də tutaq ki, bu Fransadakı maarifçilik mərhələsində də, Almaniyadakı romantiklər mərhələsində tutaq ki, Rousseau, sonra Herder və s. Bu mərhələdə də onları maraqlandıran əsas mühüm anlayışlardan biri xalq anlayışı idi. Xalq. Və bu xalqın kimliyi və xalqın özünü dərk etməsi, xalqın milli mənəvi dəyərləri, xalqın hara bağlı olub, hardan gəlməyi, yəni onun bir identik olaraq, bir mədəni identik olaraq, milli identik olaraq hara bağlılığı məsələsi gündəmdə olan sual idi və bu folklorşünaslıq elminin də təməlləri əslində həmin dövrdən başlayırdı. Amma burada qəribə bir, fərqli bir trayektoriya yarandı. Təxminən 19-cu əsrin ortalarında Sərxan müəllimin qeyd elədiyi William Thomson 1846-cı ildə folk və lore anlayışını bir termin kimi elmi dövrəyə daxil eləyəndə, deməli, onun ifadə etdiyi folk və lore anlayışı bizim bugün başa düşdüyümüz folklor anlayışından eyni mənanı kəsb eləmir. Deməli, orada bir tərcüməsi bundan ibarət ki, populyar antik varlar, yəni Thomson folklor dediyi anlayışın içərisində populyar antik varlardan söhbət gedirdi və həmin dövrün elmi, tutaq ki, sosial-iqtisadi, cəmiyyətin strukturu, həmin o xalqın ümumiyyətlə bir tip olaraq, sinif olaraq mənalandırılması Thomson bu termini bu şəkildə irəli sürməyi ilə nəticələndi. İndi Sərxan müəllim deyir ki, dinamikada, folklorşünaslığın inkişafı kontekstində bu anlayışa münasibət dəyişdi və Alan Dandes bunu konseptləşdirdi. Amma Alan Dandesin, təbii Alan Dandes bizim sahənin ən görkəmli nümayəndəsidir, amma o zərurət hardan yarandı, nə üçün o bunu belə konseptləşdirirdi, ən azı iki şəxs və tutaq ki, ən böyük qlobal mənada. Bu termin 1846-da yarananda
Richard Bauman deyir ki, çox qəribə bir vəziyyətdir ki, folklorşünaslıq elm kimi sənaye mərhələsində yaranıb ortaya çıxır. Hansı ki, elmdə belə bir fikir var idi ki, sənaye ortaya çıxırsa, şəhərləşmə meydana gəlirsə, media, yazı mədəniyyəti ortaya çıxırsa, folklor bütün hallarda öz zonası daralır və folklor yoxa çıxmağa doğru gedir. Amma proses əksinə cərəyan elədi. Thomson populyar antikvar dediyi anlayış əslində xalq anlayışına həmin dövrdə verilən məna idi. Bir var idi, bir elita, şəhərdə, mərkəzdə yaşayan bir ziyalı mühit. Bir də ucqarda, sivilizasiyadan kənarda yaşayanlar, hansı ki o antikvarları daşıyanlar, keçmiş haqqında olan yaşlıların xatirələri, düşüncələri. Deməli, düşüncə özü də keçmiş haqqındadır. Daşıyanlar özü də yaşlılardır. Onların danışdıqları da, təsvirləri də xatirədir, bugün deyil. Bax, bu kontekstdə belə baxanda Thomson bu anlayışa verdiyi məna öz dövrü üçün keçərli idi. Amma sonrakı mərhələdə, yəni sənayeləşmə, cəmiyyətin sosial-demoqrafik vəziyyətinin dəyişməsi, miqrasiya prosesləri fərqli təsirlərdən, urbanizasiya, şəhərləşmə və s. bu kənd və şəhərə və yaxud arasında bir qəsəbə və yaxud fərqli bir yerləşməyə malik olmaqla infrastrukturlaşan xalq anlayışını fərqli bir məcraya yönəltdi. Yəni gerçəkliyin özü, sosial reallığın özü baş verən sənayeləşmə, elmi texnoloji tərəqqi və demoqrafik proseslər xalqın özünün müəyyənləşməsinə bir zərurət yaratdı. Yəni söhbət bundan gedir ki, cəmiyyətdən sənaye cəmiyyətinə keçid. Bəli, paralel olaraq bunun bir təsnifatı da odur ki, aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçid və ardınca da indi biz gələcəyik informasiya cəmiyyətinə. Bu proses demoqrafik mənada cəmiyyətin strukturlaşması mənasında tutaq ki, belə şərti deyək, bugünkü mövzumuzda da, elan elədiyimiz mövzuda da bir kənd konservatizmi, şəhər liberalizmi və internet karnavalizmi anlayışı var. Bax, burada şərti olaraq folklorun ilkin qaynağı, mənbəyi kimi, çünki insan, belə də biz belə bilirik tarixdən ki, insanın ilk formalaşma forması, tutaq ki, təbiət içərisində bir mağarada, bir tayfa formasında, yəni bir hələ ünsiyyətin əlamətlərinin belə bir əl, qol, jestlə olan formasından ta bugünkü yazılı mədəniyyətin və elektron mədəniyyətin, rəqəmsal mədəniyyətin bu mərhələsinə qədər ki, bir inkişaf yolu keçib. İlkin anlayışda bu bir kənd mərhələsi idi. Sonraki bu elmi texnoloji tərəqqi və urbanizasiya prosesi, şəhərləşmə, sənaye mərkəzləri meydana gəldi. Sənaye mərkəzləri avtomatik olaraq kənd mühitində mono tipologiyası olan, monoetnik olan, monokultural olan strukturu şəhərə doğru dəyişdirməyə başladı. Və burada artıq polikultural, polietnik, multikultural, multietnik tiplər, formalar, submədəniyyətlər ortaya çıxmağa başladı. Belə halda, məsələn, Alan Dandesin bu ən az 2 şəxs təcrübəsi, bu formirovkası, bu anlayışı müəyyənləşdirməsi əslində təxminən 1965-ci ildə ilk məqaləni yazırdı. Artıq baxaq, 20-ci əsrin 50-ci illərindən sonraki mərhələsi. Dünyada artıq şəhərləşmə, böyük şəhərlərin meydana gəldiyi mərhələdir. Alan Dandes də Amerika alimidir. Təbii ki, o şəhərləşmə prosesləri orada daha erkən, bizdən daha erkən mərhələdə baş verir. Və Alan Dandesin xalq dediyi anlayış təbii olaraq William Thomson 1840-50-ci illərdə dediyi anlayışdan tam fərqlənməli idi. Bu mənada sizin sualın davamı ilə gəlib biz kənd strukturunda xalq anlayışı, şəhər strukturunda xalq anlayışı və oradan da virtual mühitə, rəqəmsal mühitə keçiddə xalq anlayışı. Biz artıq tamamilə, yəni biz şəhər mühitinə bir qədər multikultural, multietnik mühit deyirik, subkultural mühitlər, alt mədəniyyətlərə bölünmüş mühit deyirik. İnternet mühiti ifrat çoxluqların, ifrat sosial qrupların meydana gəldiyi, intihasız şəkildə qrupların meydana gəldiyi vəziyyətdir. Burada ən ümumi mənada, hələ detallara keçməyə, ən ümumi mənada mədəni sərhədlər aradan qalxır, dil sərhədləri aradan qalxır, adət-ənənələr lokal paradigmadan qlobal paradigmaya doğru dəyişməyə başlayır. Bəzən etnik dəyərlər
qlobal proseslərdə ziddiyyətlərlə toqquşur. Burada mədəniyyətlərin toqquşması, adət-ənənələrin, dünya görüşlərinin toqquşması baş verir. Amma eyni zamanda həm də bu proses inteqrasiyaya da səbəb olur. Artıq yeni bir mədəniyyət tipi, yeni bir dünya görüş səviyyəsi ortaya çıxır ki, biz bunu artıq internet folkloru, yəni dünyada alimlər bunu internet folkloru, rəqəmsal folklor adlandırırlar və bu mühitdə olan xalq anlayışı, bəs onun tərkibi kimdir? Yəni belə bir metafora ilə, metaforik şəkildə desək ki, rentgenə versək görək, bax bu internet mühitinin xalqı kimdir? Onun tərkibinə baxsaq görək onun tərkibi kimdir? Artıq burada etnik mənada xalq anlayışı yoxdur. Bir-biri ilə qohum-əqraba mənasında xalq anlayışı yoxdur. Siyasi mənada bayaq sizin dediyiniz o sağçılar, solçular, məsələn, Sovet dövründə müəyyənləşmiş bir Sovet xalqı anlayışı var idi ki, o xalq heç bir halda ayağı yerə dəymirdi. O sanki elə bil ki, havada yaradılmış ideoloji bir xalq anlayışıdır. İnternet mühiti bu sahədəki tədqiqatlardan gəlinən qənaət budur ki, internet mühitinin xalqı ayrı-ayrı maraqlar, ayrı-ayrı zövqlər, ayrı-ayrı trendlər, dəblər ətrafında birləşən sosial qruplardır. Onun artıq nə etnik tərkibi var, onun nə artıq dediyimiz o bura qədər dil bariyeri var. Yəni burada artıq bir mədəniyyətə, bir etnik mühitə, bir siyasi, bir ideoloji bağlılıqdan artıq meta səviyyəyə qalxmaq var. Yəni internet mühiti belə bir əlamətlərlə xarakterizə olunur. İndi detallaşdırdıqca internet folkloru məsələlərinə keçdikcə daha da danışarıq, aydınlaşdırarıq. Onda mən Səfa müəllim sizə bir sual beynimdə daha doğrusu gəlməmişdən əvvəl hazırlamışdım. Bizim indi internet folkloru dediyimiz şey daha da biraz keçmişə gedəndə bu 60-cı illərdən başlamış bir hərəkatdır da. Bu Umberto Eco'nun da bir şou mədəniyyəti deyilən, şou cəmiyyəti üzr istəyirəm dediyi, yazdığı bir esse var. Orada yazır ki, 60-cı illərdə, daha doğrusu 50-ci illərin ortalarından Avropada bu ideoloji belə deyək də, qüvvələr ki, güclər ki var idi, bunların bir-birinə qarşı durması müharibələrə səbəb olurdu. Bu ideoloji güc mərkəzlərini dağıtmaqdan ötürü 60-cı illərdə artıq küçə hərəkatları, hippilər, ondan sonra digər rock qruplarının ətrafına yığılan gənclərin küçə teatrları və orada Umberto Eco bunu üstüörtülü şəkildə belə deyir ki, əslində deyir, elitar mədəniyyətin belə deyək də, parçalamaqdan ötürü bu insanları, bu gəncləri xüsusilə küçələrə axıdırlar və o dövrdə bir kitab da Eco-nu çox belə deyək də, yaxşı mənada tənqid eləyir. Guy Debord, fransız yazıcısı, aktivisti deyək də, indiki dillə aktivistidir, bir kitab yazmışdı ki, biz bu elitar mədəniyyəti, bu hegemon mədəniyyəti dağıtmalıyıq. Bunun da dağıtmağın yolu küçələrdə buna qarşı hazırladığımız tamaşalardır, küçələrdə apardığımız bu aksiyalardır, bu göstərilərdir, şoulardır. Yəni şou o dövrdə bu elitar mədəniyyəti dağıtmağa qarşısına məqsəd qoymuşdu. Sonra bu internet yaranandan sonra bu daha aktiv formada, daha fərqli və daha dinamik formada daşındı internet mühitini. İndi mən sizin bu kitabı oxuyanda mənim ağlıma belə bir sual gəlmişdi ki, bax biz indi qloballaşan dünyada yaşayırıq və anti-qlobalistlər də mövcuddur. Anti-qlobalistlər belə bir ideyaları var ki, əslində qlobalizm kimlikləri yox eləyir, bütün fərqləri yox eləyir, amma hər millət, hər toplum öz fərqi ilə özəldir, gözəldir. Və qlobal dünyaya qarşı bu üstümüzə gələn, biz də o anti-qlobalist mövqedən çıxış eləyən, iqtisadi baxımdan deməzdik, amma mədəniyyət nöqteyi nəzərindən bir anti-qlobalist mövqeyimiz var. Və burada biz düşünürük ki, qlobal o axına qarşı biz öz milli dəyərlərimizlə dayana bilərik. Milli dəyərlərimiz də toplanıb harda? Folklorda. İndi mən, siz bu nağılları araşdırdınız, bu nağıllar bizim arxetiplərimizdir, bu nağıllar bizim Platonun dediyi kölgələrimizdir, kölgə aləmimizdir. Siz necə baxırsınız? Bax, bu arxetiplərə söykənib, bu nağıl dünyamıza, yəni bizim bu mifoloji dünyaya, folklorumuzun özəyini təşkil edən bu mifoloji dünyanın dəyərlərinə söykənib, bu qlobal axına qarşı dayana bilərik, güc var burada. Ümumiyyətlə
Çox fundamental sualdır bu məsələyə diqqət yetirdim. Ümumiyyətlə birinci o sualdan başlayım ki, bizim mövzunun adından kənd konservatizmi, şəhər liberalizmi və internet karnavalizmi. Burada bir dinamikada söhbət nədən gedir? Ümumiyyətlə ən sadə şəkildə bütün auditoriya üçün də məlum olsun deyə. Məsələn, əgər klassik dövrdə baxsaq, kənddə hər hansısa bir xoşagəlməz hadisə ilə öz egosu ilə razılaşmayan şəxslər ilk növbədə həmin yerdən köçməyi üstün tuturlar ki, oradan köçsünlər. Çünki səbəb nədir? Kənd yerində hamı bir-birinə o qədər tanıyır və burada bir kəskin bir stereotip hökm sürür. Bu stereotip kəskin bir pressing reaksiyası yaradır. Ona görə hamı həmin vaxtı qaçır, necə də keçir şəhərə. Şəhərdən də artıq elə bir mühitdir ki, burada liberalizm var, amma ümumiyyətlə tam şəkildə necə deyirlər, karnaval şəraiti deyil. Yəni yaşam tərzinin özü karnaval situasiyası deyil. Ona görə bax bu şərait, ya internet mühiti yaratdığı şəraitdə də artıq həm kənddəkilər o konservatizmin içərisindən, şəhərdəkilər də bu liberalizm içərisindən sıyrılaraq daxil olurlar internet mühitinə və əslində bunlar bir-biri ilə xronoloji ardıcıllıqla düzülməyib hazırki şəraitdə. Bunlar hazırki şəraitdə bir-birlərindən yan-yana düzülüblər və bütövlükdə məna yaradıcılığı prosesində deməli iştirak edirlər. Qaldı folklorda dediniz ki, bu arxetip enerji güc məsələsi. Həqiqətən də bir xalqı ortaq dəyərlərini daşıyan, onları bir maraq ətrafında birləşdirən, onların folklorunda yatan informasiyalardır. Ona görə yox ki, bu folklorda o informasiya var. Ona görə ki, folklor özü simptomdur. Etiologiya deyil. Yəni onun arxasında dayanan kəskin, güclü stereotiplər var ki, onlar müəyyən bir kollektiv informasiya daşıyırlar və kollektiv informasiya daşıdığına görə də onlar cəmiyyəti birləşdirə bilirlər. Bax bu kollektiv təhdər-şuurun kodu burada. Bəli, kollektiv təhdər-şuur anlayışı özünə də biraz fərqli aspektlərdən yanaşmaq mümkündür. Amma burada yəni əsas kollektiv maraqlar ki var, kollektiv maraq. Yəni kollektiv maraqların iqtisadi, sosial, mənəvi, kimlik, bütün sferalarda informasiyası burada birləşir. Ümumiyyətlə bayaq yoldaşlar xalq anlayışını izah edirdi. Bu xalq anlayışı çox fundamental anlayış niyə görə? Məsəl üçün bir yoldaşlardan biri ailədə bir folklorun üzvüdür. Həmin o ailənin folklorunun üzvüdür. Gedib o yeniyetmə həmyaşlıları ilə həmin folklorun üzvüdür. Əgər bazar iştirakçısı orada və yaxud da bax bu prosesdə ümumiyyətlə cəmiyyətin özünün, öz strukturunun necə deyirlər, zəifləməsində onun folklor reallığının zəifləməsindən gedir söhbət. Çünki artıq stereotiplər bu şəkildə tutaq ki, necə o qloballaşma mühitində insanların o nüvədə dayanan informasiya pozulur. Əgər yavaş-yavaş əgər bir mədəniyyətin üzvü öz necə idealı olaraq öz mədəniyyətini yox, başqa bir mədəniyyətini ideal kimi qəbul edirsə, artıq orada tapırsa o informasiyasına, artıq mədəniyyətin nüvəsində dayanan o impulslar artıq boşalmağa başlayır və mədəniyyət necə deyirlər, zəifləməyə başlayır. Bu baxımdan folklorda informasiya, kollektiv informasiyanı tapmaq mümkündürmü? Bəli, əlbəttə mümkündür. Amma hər hansısa bir nağılı, əfsanəni, atalar sözünü öyrənməklə yalnız bunu etmək olmaz. Bunlar işi yəni həm kollektiv mədəniyyətin, həm kütləvi mədəniyyətin, həm də elitar mədəniyyətin nümayəndələrinin qarşılıqlı iş şəraitində buna nail olmaq olar. Çünki istənilən bir folklor mətnində ümumiyyətlə bir onu deyim ki, elə düşüncə yaranmasın ki, folklor yaxşı şeydir. Yəni folklorun yaxşı qruplar, yaxşı folklor yaradır. Pis qruplar pis folklor yaradır. Tutaq ki, üzr istəyirəm, pis vərdişi olan qrupun özünün o pis vərdişə çəkmək üçün xüsusi folklorları var. Ora dartır. Kriminal subkultur. Bəli. Onları da o xalq anlaşdı və yəni bütövlükdə isə ona görə bu sosial strukturları və folklor informasiyasını qarşılıqlı şəkildə öyrənib, ümumiyyətlə cəmiyyəti müəyyən bir semantik çərçivədə saxlayaraq inkişafa nail olması daha böyük potensial var və yenə də deyirəm, bu təkcə folklorun elmi nəzər aspektdən öyrənilməsi ilə yox. Bu bütün mədəniyyətin ayrı-ayrı segmentlərinin vəhdət şəkildə həm kinoteatrın, həm necə deyirlər, bədii əsərlərin, heykəltaraşlığın qarşılıqlı iş şəraitində buna nail olmaq mümkündür. Mən bir məsələ əlavə eləmək istəyirəm. Tutaq ki, biz necə düşünə bilərik ki, hansısa bir riyaziyyatçı, hansısa bir bioloq, hansısa bir fizik
öz tədqiqat predmeti olan, tutaq ki, fizik üçün təbiətin qanuna uyğunluğunu yaxşıya və pisə bölmüş olsun və yaxud hansısa bir biologiya qurbağa eybəcər olduğuna görə tədqiq etməsin. İctimai humanitar elmlərə də elə universal elmi prinsiplər xasdır. Məsələn, bizim ümumən ictimai humanitar elmi düşüncədə deyək ki, belə uyğun olmayan şeylərdən biri o dəyərləndirmədir. İndi Səfa müəllim dedi, bu yaxşıdırsa yaxşıdır və yaxudsa pisdirsə pisdir. Yəni əslində o doğru deyildi. Mən bir xatırlatma etmək istəyirəm. Ötən əsrin sonlarında 20-ci əsrə sona yetirib 21-ci əsri qarşıladığımız dövrdə bütün dünyada belə bir ümumən yaşadığımız dövrü yekunlaşdırmaq və gələcəyi proqnozlaşdırmaq kimi bir ictimai humanitar elmlərdə tendensiyalar meydana gəlirdi. Həmin dövrdə müxtəlif elm sahələrində müxtəlif mülahizələr irəli sürülürdü. Bilməm yadınızda olar olmaz, siz də elə bizlə təxminən eyni nəsillik. Həmin dövrdə deməli Levi-Strauss'un məşhur bir tezisi önə çıxdı və paradigmalaşdı bütün dünya miqyasında. Müsahibələrinin birində dedi ki, 21-ci əsr ya ictimai elmlər əsri olacaq, ya da ümumiyyətlə olmayacaqdır. Bu paradigmalaşdı bütün dünyada rezonans verdi və Azərbaycan ədəbiyyatında da Yaşar Qarayevin idraki timsalında belə bir problem qoyuldu. Əgər 21-ci əsr ictimai elmlər əsri olacaqdırsa, bəs onda həmin əsrdə ictimai elmlərin özünün vəziyyəti necə olacaqdır? Yəni bu elə Levi-Strauss'un özünün qoyduğu sualın özü qədər ciddi bir sual idi. Mən məsələni folklorşünaslığa gətirirəm. Bizim folklorşünaslıq elmi deyərkən dərhal assosiasiya olunur nağıl, dastan, Novruz bayramı, şəkərbura, paxlava, milli mənəvi dəyərlər, onun qorunması. Halbuki folklorşünaslıq, folk və lore, necə ki folklor sözündə birləşir, orada sosiologiya, xalq anlayışı olan hissə sosiologiya və lore olan hissədə isə kulturologiya, sosial mədəni sistem bütövlüyündən söhbət gedir. Və əslində bəzən məsələn folklorun yaxşı və pis dəyər anlayışına xidmət etməsi, milli mənəvi dəyərlərimizi qorumasından daha çox folklor vasitəsilə cəmiyyətin öyrənilməsindən söhbət gedir. Hikmət müəllimin tədqiqatları var. Kiber cinayətkarlığın üzə çıxarılmasında folklor resurslarından necə istifadə olunması. Ümumiyyətlə bu dəqiqə müasir dünyada tutaq ki, folkloru öyrənməkdən daha çox folklorla öyrənmək tendensiyası. O sizin münasibətdə olduğunuz Simon Brunerin yanaşmalarında folklorla öyrənmək. Yəni bu aspekti daim nəzərə almaq lazımdır. Yalnız bu folklorşünaslığa aid deyil. Biz hesab edirik ki, folklorşünaslıq ictimai humanitar elmlər içərisində cəmiyyətin, bəşəriyyətin genezisinin müəyyənləşdirilməsi, onun inkişaf, təkamül qanuna uyğunluğunun aydın təsəvvür edilməsi və hətta gələcək inkişafının proqnozlaşdırılması baxımından heç bir digər ictimai humanitar elmlərlə və hətta onun tutaq ki, belə əlahəzrət kralı hesab olunan sosiologiya ilə müqayisə olunmayacaq dərəcədə güclü, ciddi bir potensiala malikdir folklorşünaslıq. Amma o şərtlə ki, ona düzgün nəzəri metodoloji yanaşma olsun. Onun o bayaq dediyimiz ilkin Hikmət müəllim də mən deyənləri sonra inkişaf elətdirdi. O filoloji folklorşünaslıq anlayışından çıxılsın. Tutaq ki, Səfa müəllimin tədqiqatları psixoanalitik metod əsasında folklorun oxusuna həsr olunubdur da. Bütöv bir mədəniyyət, obrazlar sistemi, motivlər sistemi, sujetlər sistemi, onlar arasında mürəkkəb kombinasiyalar hansı psixoloji kontekstdə, hansı psixoloji komplekslərlə şərtlənərək yaranır. Onların oxuyanda tamam dünyanın başqa bir mənası meydana gəlmiş olur. Və bəzi hallarda problem ondan ibarət olur ki, bu tipli tədqiqatları tutaq ki, milli mənəvi dəyərlərə aykırı hesab edirlər. Məsələn, hesab edirlər ki, əslində bu cürə yanaşma tutaq ki, müəyyən bir mənada hansısa əxlaq qanunlarını pozmuş olur. Amma bu ona bənzəyir ki, həkimə bir insanı müalicə elətdirmək üçün insanı soyundurmamağı tələb eləyəsən. Məsələn, Səfa müəllimin tədqiqatlarında biz onu rast gəldik ki, mətnin o üst qatını soya elə qatlarını üzə çıxarır ki, əlbəttə görürsən ki, o həkim misalında olduğu qədər burada da müəyyən bir anlayış, yanaşma vardır. Yəni mən bunları əlavə eləmək istəyərdim, indi davam edərik. Mən sizdən bu sözləri eşitmək mənim üçün maraqlı oldu. Bizdə çünki ictimai mühitdə belə bir fikir var ki, o şey ki, xalq yaradıcılığıdır, folklor hesab olunur. O müqəddəsdir, o toxunulmazdır. Məsələn, hətta bizim ictimai mühit çox sevdiyi şairlər, yazıçılar dünyasını dəyişən kimi onu folklorun rəfində aparıb qoyurlar və oradan qiymətləndirirlər. Tutaq ki, bir şairimiz dünyasını dəyişib, onun bir şeiri haqqında tənqidi bir münasibət
yazanda, bir fikir bildirəndə, xüsusilə sosial şəbəkələrdə orada o sizin dediyiniz o xaotik mühit var ki, bir-birini tanımayan mühit var, amma dil baxımından bilirik ki, bu bizim cəmiyyətin bir üzvüdür. Görürük ki, məsələn, bu yazılı ədəbiyyatın nümayəndəsinə belə folklorik ölçüdən yanaşır. Müqəddəsdir, toxunulmazdır, onun hər cümləsinə sitayiş eləməliyik, toxunmamalıyıq. İndi ona görə sizin bu dediyiniz ki, folklor da məsələn fizika kimi, riyaziyyat kimi, məsələn riyaziyyatda kosinusa yaxşı deyib sinusa pis demək nə dərəcədə məntiqlidir, eləcə də folklorda da. Amma bizi səhv anlaşılma, bir səhv anlaşılma ehtimalı ola bilər. Qətiyyən bu o demək deyil ki, tutaq ki, biz o mənəvi dəyərlər aid. Biz hesab edirik ki, folklorda sizin də bayaq qeyd etdiyiniz milli mənəvi dəyərlər resursunun müasir ictimai təfəkkürə transfer edilməsi, dövlət ideologiyasının formalaşmasında ondan istifadəsi daha peşəkar səviyyədə o halda mümkündür ki, sən onun obyektiv elmi meyarlar, nəzəri metodoloji yanaşmalar əsasında tədqiq edəsən, nəinki anlamadan tərif edəsən və tərənnüm edəsən. Yenə də məqsəd dövlətdir, dövlətçilikdir, milli birlikdir, yenə də dövlətimizin gücü, qüdrətidir. Amma alimdən tələb olunan onu tərənnüm etmək deyil. Onu məhz təhlil etməkdir, analiz etməkdir və məhz peşəkar səviyyədə analiz etməkdir. Dünyanın qəbul etdiyi nəzəri metodoloji yanaşmalar səviyyəsində analiz etməkdir. Bu tərənnümün orta məktəb səviyyəsində həyata keçirib uşaqlarda milli mənəvi ruh oyatmaq olar. Yəni məsələ bundan. Kiçik bir əlavə etmək istəyirəm. Burada məsələ müəllim nədən gedir? Əslində məsələ çox fundamental bir elmi paradigmatik yanaşma istiqamətinin dəyişməsindən gedir. Uzun illər bütün Sovet ölkələrində olduğu kimi Azərbaycanda da, daha əvvəlsə Avropanın özündə də folklor filoloji elmi olub. Filologiyada ümumiyyətlə gözəl sözü öyrənmək bunun hədəfindədir. Yəni o sözü ifadə olunur ki, o dəyərlidir. Təxminən elm inkişaf etdikcə, antropologiya elminin inkişafı fonunda folklor artıq, Hikmət müəllim də bayaqlar qeyd etdi, folklor artıq burada bədii sözü olmaq kimi dəyərləndirilmir. Artıq ümumiyyətlə insanın kollektiv yaradıcılığı hesab olunur. Kollektiv yaradıcılığın içərisində sözlü ola bilər, bu daşdan da ifadə oluna bilər. Ümumiyyətlə hətta sükutla da ifadə oluna bilər. Bəli, sükut, dayanmaqla. Artıq bu o qədər fundamental, bəli, o qədər fundamental bir paradigma dəyişikliyidir ki, bu paradigma dəyişikliyin içərisində əgər əvvəllər folklorşünaslar məsələn sahə toplamağa gedəndə, düzdür, hələ bir qədər bizdə o istiqaməti inkişaf etməlidir. Ümumiyyətlə dünyada praktikasından deyirəm. Folklorşünaslar toplamağa gedəndə gedirdilər yaxşı söz toplamağa. Atalar sözü, tapmaca, başqa hər hansısa bir söz var. Məsələn, argo deyimləri toplayıb çıxarır. İndi isə folklorşünas gedib sahədə yalnız hər hansısa bir etik, gözəl olan sözü toplamaq yox. Ümumiyyətlə insanın yaratdığı kollektivin bütün səviyyələrinə aid olan informasiya toplamaqdır. Bu artıq elmin fundamentinin dəyişməsidir. Çünki burada etik prinsiplər dəyişir. Çünki biri var ki, gedib yaxşı söz axtarıb danışırsan, bir də var ki, bir çox hallarda insanların demək istəmədiyi, aktuallaşdırmaq istəmədiyi, lakin kollektiv olaraq öz həyatlarının içərisində müəyyən səviyyələrdə yaşadıkları düşüncə tərzini toplamaq. Artıq burada folklor məqsəd nəyinsə gözəl bir şeyi ortaya çıxartmaq deyil. Ümumiyyətlə kollektiv varlığı, kollektiv birliyi hər hansısa bir səviyyə təmsil edən ümumi informasiyanı təhlil etmək üçün bütün səviyyələrdə informasiyanı əldə etməkdən gedir söhbət. Burada yəni artıq gözəl sözdən getmək. Bəli, ona görə artıq folklor artıq belə deyək, ontoloji olaraq insan düşüncəsinin, insan varlığının bütün sferalarını kollektiv informasiya, kollektivlik, ənənəvilik və variantlıq əsasında öyrənən elmdir ki, indi Hikmət müəllim o istiqamətdə əlavələri var. Bir əlavə edeyim ki, yeri gəlmişəm, məsələn, Alandan da istəyirdi ki, tutaq ki, o bayaq dedik, kriminal sosial qruplar və yaxud o qara folklor deyilən müəyyən bir cəmiyyətin xüsusi bir kəsimi olan neqativ davranışlar və yaxud neqativ vərdişlər üzərində qurulan sosial qrupların yaratdığı bir folklor da vardı. Tutaq ki, onun içərisində bayaq deyildiyi kimi o peşəni təbliğ eləyib o peşəyə cəlb etmənin özü həmin onların yaratdığı folklor əsasında olur. Məsələn, tutaq ki, bu tipli neqativ sosial qrup, adlarını çəkmirik, amma neqativ sosial qrup özü üçün elə bir ideokultura yaradır ki, həmin o lor mənasında
Fayının dediyi ideokultura yaradır ki, məsələn tutaq ki, Azərbaycan şəraitində bunun stereotipi budur. Məsələn, kişi belə edər. Məsələn, tutaq kişi belə edər, sən o müəyyən ərgənlik çağında olan oğlanların toplaşdığı mühitdə kişi belə edər və etməz modelində bir hökm qoyursansa, bir stereotip qoyursansa, mütləq şəkildə o davranış neqativ olsa belə, o artıq o sosial qrupun üzvləri onu icra edəcək və bu təbliğat gözəl işləyəcək. Bu təbliğat əslində bunun arxasında duran bilik, bax o lor, həmin o, bu da lordur, bu da folklordur və həmin o sosial qrupun mövcudluğunu şərtləndirən əlamətdir. Deməli, buradan belə çıxır ki, tutaq ki, həbsxana folkloru, tutaq ki, dediyim o müəyyən neqativ sosial qrupların yaratdığı folklor nümunələri olduğu halda biz onda belə müqəddəsləşdirmək və yaxud kultlaşdırmaq mənasında yanaşanda biz onda deməli bu sosial qrupları kənarda qoyuruq. Kənarda qoyanda nə baş verir? Birincisi, məsələn, Sərxan müəllim dedi, milli mənəvi dəyərlər anlayışı bu deməli sosial qrupların üzərində dövlətin mədəniyyət siyasəti vasitəsilə yaradılan meta hadisədir. Necə ki, tutaq ki, ədəbi dil müxtəlif dialektlərin üzərində formalaşmış, dövlət tərəfindən formalaşdırılmış müəyyən bir sistemdir. Orfoqrafiyası, orfoepiyası, ədəbi dil normaları, normativləri. Həmin o milli mənəvi dəyər anlayışı da dəyərlər müəyyən bir normativlərlə qəbul olunur. Amma o normativlərə qədər axı cəmiyyətin müxtəlif sosial qrupları var. Onun içərisində və dediyimiz o müxtəlif xeyirxah, bəd əməllər daşıyan sosial qruplar var. Alan Dandes deyirdi ki, biz əgər istəyiriksə ki, hətta cəmiyyəti elə müsbət tendensiyalara yönəldək, biz onun mövcud, cari, statik vəziyyətində şəklini çəkməliyik, yəni məcazi mənada şəklini çəkməliyik. Sonra oturub analiz eləməliyik ki, məsələn, bu tipli neqativ davranışları təbliğ edən sosial qrupa təsir etmək üçün nə etməliyik? Analoji müqayisə üçün fikrimi çox uzatıb vaxt almaq istəmirəm, amma belə bir vaxtımız çoxdur. Belə bir yadıma belə bir fikir düşür. 19-cu əsrin 70-ci illərində indi burada filoloqlar, folklorşünaslar bu faktları bilirlər. Smomk məcmuəsi deyilən bir məcmuə yaradılıb. Zbornik materialov opisaniya plemeni Kafkaza deyilən, yəni bu Qafqaz ətrafında yaşayan xalqların adət-ənənələrini, milli dəyərlərini, folklorunu, yəni konkret desək folklorunu toplayan bir qrup yaradılır. Bu və bizim də əlimizdə olan hal-hazırda Azərbaycan folkloru ilə bağlı çox belə lap təxminən 150 il, 200 il bundan öncəki materiallar həmin mənbədən gəlir bizə. Amma onu toplamaqda məqsəd heç də Azərbaycan bu bölgədəki Qafqaz xalqlarının folklorunu toplamaq, onların gələcəyi üçün hansısa gələcək yaratmaqdan getmir. Söhbət burada həmin bu bölgəni ekspansiya edib, işğal altında saxlayıb, bu bölgənin ideologiyasına, həmin o folk deyilən anlayışın ki, loru ki var, bugünkü mənada kompüterin monitoru və bir də əməliyyat sistemi. Bax, folklordakı lor əməliyyat sisteminə bərabərdir. Bu monitoru dəyiş yerinə lap belə TV ekranını götür, amma o əməliyyat sistemi ki var, əməliyyat sistemi stereotiplərlə, komplekslərlə, adət-ənənələrlə, davranışlarla şərtlənən bir sistemdir ki, əməliyyat sistemi. Onun içərisində negativi də, pozitivi də küllü halında, tam bütöv halında yanaşanda sən ona diaqnoz qoyub, sən onun dərdini, tutaq ki, problemini müəyyənləşdirib, yaxşıya da yönləndirə bilərsən, pisə də yönləndirə bilərsən. Bayaqları siz Səfan müəllimə sual verdiniz ki, bu bəli, folklor, milli dəyərlər bunu bu qloballaşmanın, bu tutaq ki, mənfi mədəni ekspansiyanın qarşısını kəsə bilərmi? Müəyyən mənada kəsər, amma müəyyən mənada kəsə də bilməz. Yəni ümumi axının içərisində itmək, batmaq, yox olmaq təhlükəsi də var. Amma bunun içərisində həm də tutaq ki, o müxtəlif peşə sahələrinin multidisiplinar kontekstində folklorşünasların, tutaq ki, sosioloqların, antropoloqların, ədəbiyyatşünasların, yazıçıların, mədəniyyətşünasların və s. və başqalarının bir yerdə diaqnoz qoyub müəyyənləşdirəndən sonra ki, bu cəmiyyətin problemləri hardadır,
bədi ilə, bəd niyyəti ilə, yaxşı xoş niyyəti ilə. Ondan sonra sən onun əsl şəklini çəkib və onun problemini müəyyənləşdirə bilərsən. Və Smolensk məcmuəsi də məhz buna görə yaranmışdı ki, bu bölgənin əhalisini necə idarə edə bilərik? Necə bu bölgənin əhalisinə, məsələn, öyrənirsən ki, bu bölgədə namus məsələsi çox ciddi məsələdir. Qan davası çox ciddi məsələdir. Sən kiminsə bu bölgədə ailə üzvlərinə, xüsusən də qadın qismi də bizim belə bir stereotiplər dünyamızda namus, şərəf məsələsində ailə üzvlərinə hətta bir belə nalayiq ifadə desən, onun cəzası çox ağır ola bilər. Osmanlını parçalayanda ərəblərin qızıl hərisliyindən Lorens istifadə edib. Bəli. Ərəbləri Osmanlılara qarşı. Bu bölgəni də müəyyən Çar Rusiyası və ondan sonra da Sovet Rusiyası dövründə, SSR dövründə bu bölgənin idarə olunmasında, bu xalqların idarə olunmasında həmin onun folklorunu, əməliyyat sistemini öyrənməklə ona müxtəlif təsir etmə imkanları çox real idi və etmişdilər. Folklorla bağlı düşündüyümüz məsələləri belə zoom effekti ilə də yuxarıdan aydın şəkildə təsəvvür edə bilmək üçün belə bir mənzərə meydana çıxdı ki, ümumiyyətlə 3 xüsusi mərhələ ayrılır. Biri modernizmə qədərki klassik mərhələ, tutaq ki 18-19-cu əsrə qədər ki, o Nietzsche'nin Tanrı ölüb diskursuna qədərki mərhələni klassik mərhələ hesab etsək. Nietzsche'dən başlayıb tədricən keçidanda Lyotarddan filandan ondan başlanan modernist mərhələ 20-ci əsrin sonlarına qədər və 20-ci əsrin sonlarından müşahidə olunan postmodernist mərhələ 3-cü folklor bu mərhələlərdə özünü necə aparır? Funksional baxımdan hansı funksiyanı həyata keçiribdir? Təxminən bunu belə izlədik. Belə məlum oldu ki, o Lyotardın irəli sürdüyü qrand narrativ anlayışı, metanarrativ anlayışı, klassik mərhələdə folklor metanarrativ anlayışını daha çox funksional baxımdan həyata keçiribdir. Yəni, əslində xalqın böyük hekayəti nə milli ideologiya olmayıbdır, nə din olmayıbdır, deyək ki, nə hansısa hər hansı bir, tutaq ki, o dövrdə maarifçilikdən hələ söhbət gedə bilməlidir. Folklor metanarrativ, qrand narrativ funksiyasını həyata keçirib. Biz kimik, hardan gəlmişik, hara gedirik, məqsəd nədən ibarətdir? Xalq bütün bu suallara, dövlət kimdir, dövlət başçısı hansı funksiyanı daşıyır, biz niyə ona tabeyik, o niyə müqəddəsdir? Bütün bunlar hamısı folklorun mətnlərində, nağıllarında, dastanlarında əks olunur. Məndə oradan assosiasiya olundu Hikmət müəllim Smolensk nə məcmuəsinə toxundu. O mərhələ idi ki, artıq modernist mərhələ idi. Artıq funksional baxımdan folklor qrand narrativ anlayışına tabe deyildi. Cəmiyyətdə başqa qrand narrativlər, qrand metanarrativlər meydana gəlmişdi. Milli ideologiyalar meydana gəlmişdi. Sovet ideologiyasının özü də böyük bir metanarrativ hesab oluna bilərdi. Artıq həmin mərhələdə bu metanarrativlər folklordan bir vasitə kimi öz ideologiyalarını qurmaq üçün istifadə edirdi. Əslində o Smolensk məcmuəsinin yaranması da o mərhələnin göstəricisi idi. Amma indi mən çox uzatmaq istəmirəm bu mərhələnin tezlərini. 3-cü mərhələ postmodernizm mərhələsində isə folklorun özünün internetin meydana çıxması ilə bağlı daha çox tutaq ki, protest görürük ki, belə bir kütləvi etiraz motivlərinin istifadə olunmasında məsələn müəyyən qədər özünü göstərir. Yəni belə zoom effektində ümumi prosesi aydın təsəvvür eləyəndə ki, ümumi bəşəriyyətin sosial tərəqqi prosesində və folklorun orada keçidlərində hansı tutaq ki, tipoloji fərqlərlə funksional baxımdan iştirak eləyib, onda elə bir folklorun mahiyyətini, həyata keçirdiyi funksiyasını daha çox aydın şəkildə təsəvvür etmək olur və elmi baxımdan da bu son dərəcə hesab edilir ki, zəruridir, vacibdir. Bir əlavə eləmək istəyirəm müəllim. Bu Sərxan müəllim də, Hikmət müəllim də bir məsələni qeyd etdilər ki, bu folklorun gedib hər hansı bir xalqı öyrənmək. Ümumiyyətlə folklor və antropologiya iki elmi istiqamət olaraq, paradigma olaraq biri imperialist maraqların çərçivəsində başqa xalqları öyrənmək məqsədi ilə ilkin dövrlərdə meydana gəlmiş elm olaraq antropologiya elmi ortaya çıxıbdır. Yəni antropologiya daha çox onun hədəflərində kənar elmi öyrənmək, kənar xalqları öyrənmək, onların həyat tərzini, düşüncə tərzini, materiallar əsasında öyrənmək hədəfi olubdur. Folklor isə daha çox milli elm kimi formalaşmağa başlayıb. Sonradan ümumi nəzəri fəlsəfi elminin operatorluğu altında bu elmlərdəki o həm də humanitar sahədə bəşəri dəyərlərin təbliği, ümumiyyətlə bu istiqamətdə nəzəri metodoloji problemlərin safçuri edilməsi nəticəsində elmlər artıq bu istiqamətdə folklor özü milli, etnik olmaqdan çıxıb
elmi istiqamətə gəlib, antropologiya isə həm də öz xalqını öyrənmək istiqamətinə gəlib. Yəni burada antropologiya elmi və folklorşünaslıq sadəcə olaraq belə deyək, bayaqlar qeyd edilən məsələ antropoloji istiqamətdir. Çünki orada başqa xalqları öyrənmək əsasdır. Folklorda isə milli düşüncəni öyrənmək. Mən burada həm də folklorun başqa bir məqamına xüsusən diqqət yönəltmək istəyirəm ki, folklor niyə görə maraqlıdır ümumiyyətlə? Folklor bir kollektiv canlı olaraq bir-biri ilə danışa bilmədiyi, şuurlu olaraq deyə bilmədiklərini metaforik olaraq bölüşdükləri bir sistemdir. Bunların bütün o metaforik düşüncə var. Yəni metaforik düşüncənin altında istənilən tutaq ki, kişilərin qadınlara qarşı olan əgər məsəl üçün Amerika cəmiyyətində və kişilərin qadınlara qarşı o pressing folklor əsasında öyrənildi. Aydın olurdu ki, deməli bu miflər ki var, hansı ki onlarda da yaşayır ki, o folklor informasiyası vasitəsilə qadınlar tutaq ki, kişilərdən qabırğasından yaranır. Yəni bu kimi informasiyalar ki var, bunlar əslində sistematik olaraq kişilərin üstünlüyünü təmsil edir və bu da son nəticədə aparıb hər hansı bir formada o pressing effektlərini ortaya qoyur. Bunu aradan qaldırmaq üçün folkloru aradan qaldırmaq lazım deyil. Yəni birinci növbədə folklor vasitəsilə o stereotipi aradan qaldırmaq lazımdır və ondan sonra da yəni o düşüncə sistemini daha aydın öyrənmək olar. Yəni folklorun ən mühüm vacib tərəfi heç bir başqa sahənin kollektiv barədə verə bilməyəcəyi informasiya verməyindədir. Yəni metaforik məcazların açılması ilə bu informasiyanı götürməyində geniş metodoloji imkanları deməli öyrənilir. Bəli, qeyri-şuuri. Çünki əgər bir xalq Düşünülmüş deyil. Bəli. Çünki bilirsiniz, bir adam bir yerdə həmişə başqalarından tutaq ki, aşağılayacaq bir lətifə tipologiyasına gülür. Bu başqalarına tutaq ki, hər hansısa bir mənfi xüsusiyyətdə günahlandırır. Bu nəzəri metodoloji olaraq o dəyərləndirən tərəfin problemi deyil. O dəyərləndirənin öz problemidir. Və bu metaforik sistemlə öyrənilir ki, burada olan hansı psixoloji tutaq ki, bir gərginlik nöqtəsi var ki, bunda bu cür effektlər yaranır. Onu başqa cür hər hansısa bir sosial sorğu ilə onu öyrənmək mümkün deyil. Çünki onu başqa bir söz vasitəsilə demək mümkün deyil. Yalnız metaforik dillə deyilir ki, bu da məhz folkloru öyrənməklə deməli o informasiyalar götürülə bilər. Demək mən bircə dənə məsələ sualımı verib sonra auditoriyaya üst tutacağıq. Bu çünki mənim özümün həm yazılarımda çox yazdığım və folklorşünaslıqla məşğul olan dostlarım tərəfindən qıcıqla qarşılanan, əsəblə qarşılanan bir məsələdir. Mən yazılı ədəbiyyatı belə deyək, təmsil etdiyimə görə bu folklorşünaslığın, folklorun bəsitləşdirmə qaydası var. Yəni folklor əlində olan hikməti, əlində olan informasiyanı kütləyə yoluxdurmaqdan ötürü bacardıqca onu bəsitləşdirməlidir ki, hər kəsin, kollektivin hər bir üzvünün onu başa düşmək şansı olsun. Hətta 20-ci əsrdə bizim böyük şairlərimizdən biri, ad çəkməyəcəm, ünvan göstərməyib, deyirdi ki, şair elə yazmalıdır ki, onu universitetdə alim də başa düşsün, dağda çoban da başa düşsün. Yəni bu əslində folklorun yanaşması idi. Bizim yazılı ədəbiyyatla məşğul olanımız belə bu qaydanı yazılı ədəbiyyata tətbiq eləmək istəyirdi. Bacardıqca da tətbiq elədi öz yaradıcılığında. İndi mən burada bir məsələni düşünürəm və istəyirəm ki, bu sualıma cavab axtaraq. Folklorun bu bəsitləşdirmə qaydası, məsələn biz bunu internet folklorunda da görürük. Mən sizin kitabda oxuyanda orada konkret həyatdan götürülmüş nümunələr var idi. Və mən o türkləri də oxuyanda bunu, orada bir neçə əhvalat var idi. Onda biri bu idi ki, o karnavalizmlə gələn bir şeydir və karnavalda ironiya bir üstünlük təşkil edir. Qarışqa misalı var bir folklorda. Demək, qarışqa yol gedir. Bundan soruşurlar ki, hara gedirsən? Deyir ki, dostuma dəyməyə gedirəm. Deyirlər ki, bu ayaqlarla gedib çata bilməyəcəksən. İndi internet folklorunda onu götürüb düzəldiblər ki, qarışqaya deyirlər ki, hara gedirsən? Deyir ki, sevgilimi görməyə gedirəm. Deyirlər ki, bu ayaqlarla gedib çata bilməyəcəksən. Qarışqa deyir ki, evi yoxdur, ola bilsin, yarı yolda təzəsini tapdım. Özümə təzə sevgili tapdım. Yəni folklor bu bəsitləşdirmə, bu ironiyası ilə, bu belə deyək, o yaranmış dəyər, artıq cəmiyyətin o siz dediyiniz kimi dövlətin də söykəndiyi dəyərlər var ki, onu bir ucdan bəsitləşdirib
yazılı mədəniyyətin yaratdığı dəyərlər var ki, bir üzdən onu bəsitləşdirib, sadələşdirib, biraz da ironiya qataraq ümumi mədəniyyəti zədə vurmur ki bu. Yəni məsələn bizim yazılı ədəbiyyatımızın dilinə mən sualımın o qədər arxası doludur ki, çatdıra bilmirəm. Məsələn yazılı ədəbiyyatımızın mən düşünürəm ki, bizim dilimiz, müasir Azərbaycan yazılı ədəbiyyatının dili məhz antropoloji çağın dilidir. Bizim antropologiyamızı çox rahat şəkildə ifadə edə bilir. Amma bizim sosioloji kimliyimizə keçəndə dilimiz axsamağa başlayır. Yəni biz sosial varlıq olaraq dilimizin imkanlarından istifadə edə bilmirik. Dilimiz o imkanlara sahib deyil. Amma antropoloji kimliyimizi ifadə eləyəndə ədəbiyyatda, yazılı ədəbiyyatda, hekayədə, romanda, digər janrlarda orada bizim dilimizin imkanları genişdir. Və bizim bu texnoloji çağın artıq qədəm qoymuşuq. Bax burada bizim bu dilimizin folklorik qatda qalması və o bayaq dediyimiz kimi dilimizin təmizlik anlayışı deyə bir anlayış yaratmışıq da. Əslində bizim təmizlik dediyimiz şey dilimizin folklorik gigiyenasıdır. Ki biz bu dilin təmizliyinə, bu gigiyenik belə deyək də mövcudluğuna toxunmamalıyıq. Halbuki ortada ingilis dili təcrübəsi var da. Hər il müxtəlif dillərdən onlarla söz alır və bu gün artıq özünün dil müstəmləkəsini yaradıb bütün dünyada. İndi bax bu məsələyə istəyərdim ki, siz folkloru araşdıran və bunun elmi əsərlərini yazan mütəxəssislər kimi dilimizin bir folklorik problemi varmı? Deməli, Akşin bəy, o verdiyi sual mənim yadıma 20-ci əsrin əvvəllərində iki ayrı məktəb, iki ayrı üslub, iki ayrı dili ifadə edən yanaşmanı və ədəbi cərəyanı yadıma saldı. Bir qrup Molla Nəsrəddinçilər idi, bir qrup isə füyuzatçılar idi. Hər ikisinin məramı, məqsədi bu xalqı, bu milləti inkişaf elətdirmək, işıqlı gələcəyə aparmaq hədəf bu idi. Amma özünü ifadə şəkilləri bir-birindən kəskin fərqlənirdi. Tutaq ki, Cəlil Məmmədquluzadənin məktəbi kimi bilinən Molla Nəsrəddin məktəbi və onun da öz belə genezisini götürdüyü Molla Nəsrəddin ənənəsi və dili ilə romantiklərin toplaşdığı füyuzat ədəbi məktəbi və onların dili, tutaq ki, Əlibəy Hüseynzadənin, Hüseyn Cavidin və digərlərinin dili bir-birindən fundamental şəkildə fərqlənirdi. Bu fərq təkcə o deyildi ki, tutaq ki, birinci dediyim Molla Nəsrəddin məktəbinin nümayəndələrinin dili xalqa daha yaxın dil idi, digər dil isə daha çox bir qədər ərəb, intellektual, həmin dövrün intellektual dili kimi ərəb, fars ibarələri, tutaq ki, Osmanlı ifadə tərzindən gələn bir üslub var idi. Burada fərq həm də onların hədəf bir olsa da, həm də onların belə bir üslubi ideoloji münasibətlərində idi. Bunu biz Cəlil Məmmədquluzadənin əsərində də Anamın kitabı əsərində də aydın şəkildə o fərqlilikləri görürük. Gələk indi biz folklorun bəsitliyi, folklor dilinin bəsitliyi və elitar mədəniyyətə təhlükə yaradırmı, yaratmırmı məsələsinə. Ümumiyyətlə fərd olaraq istər yazıçı olsun, istərsə də xalqın sadə bir nümayəndəsi olsun, yaradıcılıqla məşğul olmayan nümayəndəsi olsun, hamı bir müəyyən bir etnik, sosial, mədəni mühitdə yetişir, formalaşır və onun bazisində həmin bizim o ana dili, formalaşdığımız ailə mühitindən gələn bir ana dili sistemi dayanır. Sonra o yazıçı olub, tutaq ki, intellektual özünü inkişaf elətdirib müəyyən bir intellektual dilə çevrilə bilər. Amma o sadə bir sıravi vətəndaş olub ümumi bizim başa düşdüyümüz anlaşıqlı dildə də danışa bilər. Bunların heç birisi əslində mahiyyətcə bir-biri ilə ziddiyyət təşkil eləmir. Mən ümumiyyətlə bunun elitara və tutaq ki, xalq dilinə ayrılmasının tərəfdarı deyiləm. Və biz bunun əyani nümunəsini rəqəmsal mühitdə internet folklorunda görürük. İnternet folkloru bəzən çox bəsit olmaqla, çox sadə, sizin bayaq dediyiniz nümunə və bu tipli xeyli nümunələr var ki, məsələn, istər dilinin, məzmununun ironikliyi baxımından, məsələn, bir nümunəni indi ağlıma gəlir deyim. Məsələn, bizim belə bir çox məşhur atalar sözümüz var da, deyirlər ki, bugünün işini sabaha saxlama. Dərhal icra eləməsən də
əldən qalan 50 il qalır. Bir də internet folklorunda yaranan bir atalar sözü var ki, bugünün işini növbəti günə saxla, qoy başın dincəlsin. Bu əslində mahiyyətcə ənənəvi modeldəki düşüncə tərzinə ironiyadır. Düşüncə tərzinə ironiyadır. Amma dil baxımından baxanda çox sadə şəkildə ifadə olunmuş dil formasıdır. Məsələn, amma tutaq ki, sözaltı sözlük deyilən bir sözlük var. Türkiyədə bunun analogiyası ekşi sözlük deyilən bir sosial platforma var. Deməli, Azərbaycanda bu çox da məşhur deyil, amma Azərbaycanın da bir sözaltı sözlük platforması var. Siz əgər o sosial platformaya, o sosial qrupa bələd olsanız, orada gedən müzakirələrə baxsanız, orada bir kommunikasiya dili kimi bir folklorik dil var. Amma orada heç bir halda təkcə sıravi vətəndaşlar deyil. Onlar orada Einsteynin qanunlarından tutmuş, ən müxtəlif məsələləri müzakirə edən intellektual kəsim də var orada. Amma onların istifadə elədiyi dil, ortaq bir dil, bir folklorik dildir. Yəni bu mənada mən şəxsən öz mövqeyim bundan ibarətdir ki, bütün hallarda folklorik dil, kommunikasiya dili kimi heç bir halda elitar mədəniyyətə, intellektual kəsimə təhlükə yaratmır. Bu, özünü ifadənin bir forması kimi əlahiddə şəkildə mövcuddur və digəri də özünü ifadənin bir forması kimi, yəni yazısının məramı da, məqsədi də, hədəfi də, üslubu da fərqli olduğuna görə o özünə xüsusi üslub da seçə bilər, o özünə o elitar ədəbiyyatı yaratmağın tutaq ki, o parametrlər içərisində özünə bir xüsusi dildə seçə bilər. Amma bütün hallarda folklor kommunikasiyası öz yerindədir, işləyir və bir təbii istixyal sistem kimi mövcuddur. İnternet folklorunu və internet mədəniyyətini yaradan kəsim daha çox gənclik yaşına qədər və daha çox gənclik hissəsidir. Bu statistikada deyir ki, daha çox gəncliyə qədər yeniyetmə və gənclər üstünlük təşkil edir. Gəlin baxaq biz, indi mən ona gəlmək istəyirəm ki, hansı zərurətdən doğur bu özünü folklorik dildə ifadə etmə? Bax, internet folklorunun dili və yaxud internet kommunikasiyasından istifadə edən gənclərin öz aralarında istifadə elədikləri dil ədəbi dil baxımından təhrifdir. Çünki oradakı ünsiyyət tipi heç bir halda ədəbi dilin orfoqrafiya normalarına riayət etmir. Ədəbi dil baxımından təhrifdir. Dil qanunları baxımından təhrifdir. Amma virtual kommunikasiya, internet kommunikasiyasının təbiəti baxımından qanuna uyğunluqdur. İnternet kommunikasiyası yazılı, klaviatura əsasında yazmaqla olsa da, internet ünsiyyətinin təbiətində şifahiliyin prototipi dayanır. İnternet mühitində, virtual kommunikasiyada, inboxa yazanda biz birimizlə WhatsApp olsun, Facebook olsun və s. Buradakı ünsiyyətdə insanlar özündən asılı olmadan meyillidirlər ki, məsələn, hərfləri qısaltsınlar. Uzun sözləri yazmasınlar, ə hərflərini e-yə çevirsinlər, ş hərfini w ilə ifadə eləsinlər və bu tipli çoxlu orfoqrafik, leksik, qrammatik ədəbi dil baxımından təhriflərə yol verməklə. Kommunikasiya özü, deməli, buradan nə yaranır? Birincisi, bu çevik kommunikasiyadır. Özün ifadənin, o ekonda dediyi, çox qısa, konkret, surətli özün ifadə formasıdır. Burada uzun-uzadı roman kimi sözlər keçmir. Birincisi bu. İkincisi, bu ünsiyyətdə ədəbi dil normalarına nöqtə, vergül, nida riayət etmək ünsiyyətdə soyuqluq effekti yaradır. Mən bunu təcrübədən keçmişəm. Məsələn, çox yaxın dostluğumuzda olan adamla ünsiyyətdə olanda, indi işimizlə əlaqədar olaraq, fəaliyyətimizlə əlaqədar olaraq ünsiyyətdə, məsələn, mən yazanda salam, necəsən, salam nöqtə, necəsən sual işarəsi, nida olanda nida, vergül olanda vergül, bundan istifadə edirəm. Mənə bir dəfə yoldaş, ünsiyyətdə olduğum çox belə dostum olan şəxs mənə dedi ki, sənlə danışanda adam sanki elə bilir ki, arada bir bariyer var. Deyirəm ki, nədən qaynaqlanır? Axı bizim münasibətlərimiz çox sıxdır, səmimidir. Deyirsən, o qədər nöqtə vergülə üstünlük versən ki, bir soyuq emosiya yaranır orada. Sanki biz belə bir ədəbi dildə danışırıq, çox rəsmi şəkildə danışırıq. Deməli, internet kommunikasiyası yazılı olsa da, onun mahiyyətində şifahi, yazmaq yox, danışmaq emosiyası dayanır. Buna danışmağın, deməli, buna şifahiliyin
obrazlaşması, şifahiliyin prototipi deyirlər. Yəni internet ünsiyyətində bizim yazmaq ünsiyyətimizin, yazmaq dilimizin arxasında demə, danışmaq dayanır. Ona görə də biz danışanda ləhcədə, dialektdə, ədəbi dilə uyğun olmayan, durğu işarələrinə riayət etməyən bir üslubu seçirik. Akşin müəllim, sizin bu folklor mədəniyyəti, şifahi xalq mədəniyyəti və elitar mədəniyyət qarşıdurması ilə bağlı deyək ki, mülahizələrindən elə bu verilişdən də qabaq da tanışıyıq da, Hikmət müəllim onun müəyyən bir internet folkloru aspektindən izah elədi. Mən məsələyə akkultural aspektdən, indi təvazökarlıqdan uzaq olsa da bu sahədə bir peşəkar tədqiqat aparan mütəxəssis kimi yanaşmaq və şifahi mədəniyyət və elitar mədəniyyət münasibətlərinə bu aspektdən bir, necə deyək, belə bir işıq salmaq istəyirəm. Tutaq ki, akkultural yanaşma nədir? Mədəniyyətlər dünyada çoxdur. Donor mədəniyyətlər var, resipient mədəniyyətlər var, böyük mədəniyyət var, kiçik mədəniyyətlər var. Onlar bir-biri ilə qarşılıqlı təmas şəraitindədirlər. Xüsusən də müasir informasiya, kommunikasiya texnologiyalarının, internetin inkişaf etdiyi şəraitdə və tarixən də hansısa səviyyədə həmişə bir-biri ilə ünsiyyətdə olublar. İndi mütəxəssislər müəyyənləşdiribdir ki, bu mədəniyyətlər bir-biri ilə qarşılıqlı təmas situasiyasında akkultural situasiya yaranır. Akkultural situasiya mədəniyyətlərin yaranması və toqquşması anında resipient mədəniyyətin donor mədəniyyətlə münasibətdə özünü necə aparması, hansı strategiyasını seçməsinə deyilir. Müəyyənləşdirirlər ki, 4 strategiya seçimi qarşısında qalır resipient mədəniyyət. Assimilyasiya, böyük mədəniyyətin içində əriyib yox olma, inteqrasiya, öz milli mənəvi dəyərlərini, sistem bütövlüyünü saxlamaq şərti ilə böyük mədəniyyət vasitəsilə zənginləşmə, separasiya, qapalılıq və tamamilə nə özündən kənara heç nə verməmək, nə kənardan özünə heç nə götürməmək. Bir də marginalizasiya, ümumiyyətlə dağılıb yox olma. Təxminən belə bir strategiya. Həmin akkultural strategiyanın prinsiplərindən Azərbaycan mədəniyyətinin müxtəlif mərhələlərinə yanaşdıqda biz nəyin şahid oluruq? Tutaq ki, götürək. Məsələn, Sovet hakimiyyəti illərinin 60, 70, 80-ci illərinə akkultural baxımdan nə baş verirdi həmin mərhələdə və bu akkultural situasiyada folklor mədəniyyət və elitar mədəniyyət arasında münasibətlər necə idi, nəyi göstərirdi? Mədəniyyət akkultural doğrudan da təhlükə qarşısında, assimilyasiya qarşısında qalır. Böyük Rus mədəniyyəti ilə tutaq ki, təmas həddindən artıq siyasi inzibati bir rıçaqın altında, təzyiq altında o ünsiyyət davam elətdirilir, əlaqə var və mədəniyyət öz sistem bütövlüyünü itirmək təhlükəsi qarşısında qalır. Müəyyənləşdirirlər ki, belə situasiyada folklor etno-inteqrativ sistem bütövlüyünün qorunması üçün dərhal hərəkətə keçmiş olur. Və biz həqiqətən də Azərbaycan mədəniyyətinin 60-70-ci illər mərhələsində bunun şahidi oluruq. Bu bir bütöv bir, razılaşarsınız ki, məndən intibah mərhələsidir. Mədəniyyətin, incəsənətin, musiqinin, rəssamlığın, rəngkarlığın bütün sahələri üzrə Cavad Mirzabadov olsun, nə bilim Qara Qarayev olsun, tutaq ki, İsa Hüseynov olsun mədəniyyətdə hara əlini atırsan söhbət intibahdan gedir. Bu hansı qanuna uyğunluğun nəticəsində baş verir? Bu elitar mədəniyyət nəyin nəticəsində yaranır? Bu elitar mədəniyyət folklor mədəniyyəti ilə, şifahi xalq mədəniyyəti ilə o dövrdə bütün dünyada gedən, tutaq ki, 20-ci əsrin ikinci yarısında gedən dünyada və Rusiya vasitəsilə Azərbaycanda da öz rezonansını verən yeni o eksistensiyanalizm olsun, digər axınlar olsun, onun sintezinin nəticəsində biz həmin 30 il ərzində 60, 70, 80, 80-dən sonra artıq onun zəifləməsinin şahidi oluruq ki, tutaq ki, Cavad Mirzabadovun tutaq ki, o effekti sənət effektini yaradan, heyrətamiz sənət effektini yaradan nədir? Oradan necə tutaq ki, folkloru çıxartmaq olar ki, bütün folklor motivləri əsasındadır və digər baxımdan da ən peşəkar rəssamlıq səviyyəsində o bioqrafiyasından məlumdur, təhsilindən məlumdur, alır. Və yaxud da tutaq ki, biz götürək ki, bizim tutaq ki, ən böyük yazıçımız İsa Hüseynovun yaradıcılığı.
İsa Hüseynovun bütöv yaradıcılığı xalq mədəniyyəti, epos təfəkkürünə əsaslanır. Eyni zamanda həmin dövrdə dünyada və Rusiyada yaranan roman təcrübəsinin sintezi əsasında baş verir. Yəni xalq mədəniyyəti və elitar mədəniyyətin sintezinin əsasında xalq mədəniyyətinin elitar mədəniyyəti necə formalaşdırmasının biz Azərbaycan mədəniyyəti timsalında şahidi oluruq ki, bunun 60, 70, 80-ci illərdə bütün sahələr üzrə bunu izləmək mümkündür. Yəni mən tərəfdarı deyiləm bunun qarşı-qarşıya qoymaq. Hesab edirəm ki, bu aspektdən də, o cümlədən dilin qorunması məsələsinə gəldikdə, indi bu dil məsələsi belədir. Qəliblər var folklorda, qəliblər var. Biz bəzən zarafatla deyirik ki, tutaq ki, bir-birimizə belə bir yanaşma var. Deyirlər, bir qayıq var. 6 dənə taxta parçasından ibarətdir. Zaman keçir, bir parça çürüyür, dəyişilir təzə taxta ilə. Bir müddətdən sonra ikinci taxta parçasını dəyişilir. Bir müddət keçir ki, bütün taxta parçaları dəyişilir. Bu qayıq amma yenə də qalır. Bu indi köhnə qayıqdır, yoxsa bu təzə qayıqdır? Qəlib həmin qəlibdir, ideya həmin qəlibdir, folklor da həmindir. Tutaq ki, Qurbaninin 16-cı əsrdə dediyi, başına döndüyüm gül üzlü sona, adətdir dərərlər yaz bənövşəni, ağ naziyəlinlə dəstə bağla, tər buxaq üstünə tər bənövşəni, başına döndüyüm bağa gəl bağa, bu nə. Bu əslində heç 16-cı əsrin ədəbi dili deyil, müasir Azərbaycan ədəbi dilidir. Amma o qayıq ki, taxtası var ki, bayaq dediyimiz qəlib, dəyişə gəlibdir. Əslində folklor həmin qəliblərin qorunub saxlanılmasıdır və onu müəyyən mənada dilə də aid etmək olar. Mən bu məsələyə qısa şəkildə cavab verirəm. Əslində burada sizin verdiyiniz suala bir qədər başqa istiqamətdə getdi cavablar. Söhbət ondan gedir ki, folklorun bəsitlik effektindən gedir ki, hansı effekti göstərir cəmiyyətdə. Ümumiyyətlə bu bəsitlik məsələsi dilin məsələsindən daha çox düşüncə, idraki prosesin problemidir. Yəni söhbət ondan gedir ki, əgər bir mədəniyyətdə, bir cəmiyyətdə folklor sosial təsisatlardan biridir. Çoxsaylı sosial təsisatlar var və folklor da onlardan biridir. Əgər bir cəmiyyətdə idrak prosesinin özü çox parametrli və ritmik əsaslarla qurulursa, folklor orada bəsitləşdirici yox, qidalandırıcı element kimi çıxış edə bilər. Çünki ümumiyyətlə dil məsələsi ki var, dil məsələsinin mahiyyəti folklor üzərində qurula bilməz. Çünki ədəbi dil anlayışı, elitar mədəniyyətin, necə deyirlər, inkişaf dinamikasından ritmik olaraq inkişaf edir. Yəni, tutaq ki, təsəvvür eləyin, tutaq ki, Həsənoğlu, Məhəmməd Füzuli, tutaq ki, Vaqif, tutaq ki, Seyid Əzim Şirvani artıq həmin dövrün ədəbi dilini ifadə etmir, Axundovdan gəlirik və bu şəkildə Cəlil Məmmədquluzadə və müasir dövrə. Yəni, söhbət ondan gedir ki, biz folkloru dil faktı kimi və bir də düşüncə faktı kimi bir-birindən fərqləndirməliyik. Dil faktı kimi ədəbi dilin problemi qətiyyən folklor məsələsi deyil. Çünki folklor elmi ədəbiyyatın və bədii ədəbiyyatın, ümumiyyətlə elitar mədəniyyətin inkişafı kontekstində formalaşan bir məfhumdur. Lakin düşüncə məsələsi kimi isə burada məsələ bir qədər fərqlidir. Düşüncə məsələsi folklor hər hansısa belə necə deyirlər, bu bədii cərəyanlarda olduğu kimi intensivləşmiş, zənginləşdirilmiş təsvir, ifadə, hər hansısa bir ideologiya ilə tabi olan bir düşüncə tərzi deyil. Bunun içərisində düşüncəyə maksimum və daha asan yollarla çatmağın üsulunu tapmaq. Yəni, xalqın düşüncəsi hər hansısa bir tədrici inkişaf prosesində, necə ki, insan həyat tərzində daha yüngül olan, daha ağır olanları yüngüllə əvəz etmə strategiyası seçir. Folklorun strategiyasında o var. Daha rahat şəkildə, daha asan, daha sadə şəkildə fikrə çatmaq. İndi bunu belə bir sualla alternativini aparaq. Tutaq ki, bir hüceyrəli varlıq deyəndə, bioloji mənada hər hansı ali, tutaq ki, inkişaf eləmiş bir insan, tutaq ki, təsəvvür edin, buna nəzərən götürəndə çox primitiv, çox sadədir, belə deyək. Çox sadədir. O sadənin qarşısına qoyulan sual, əgər bəşəriyyətin yaranmasıdırsa, çünki əgər tutaq ki, təkamül nəzəriyyəsindən götürsək, bir hüceyrəli ən əvvəlki formadır. Əgər onun sualın qarşısına qoysaq ki, bəşəriyyətin yaranmasında hansı proses baş verib və bunu bir hüceyrəlinin qarşısına qoysaq, onda problem kifayət qədər deməli mürəkkəb və çoxçalarlıdır. O şəkildə də əgər biz
folklorun qarşısına sual kimi qoysaq ki, bunu yaradan düşüncə nə istəyir, nə ifadə etmək istəyir? Ümumiyyətlə dünya görüşü, həyat tərzi, ətrafa baxışı, dostlara, tanışa, düşmənə, dosta nə ifadə eləyir? Bax, həmin o düşüncə tərzində folklor kifayət qədər mürəkkəbdir. Çünki bilirsiniz görə, folklor qətiyyən düzxətli bir informasiya sistemini özündə birləşdirmir. Folklor necə deyildik, xalq qrupları var, fərqli xalq qrupları. O xalq qrupları arasındakı daxili dramatizmin effektlərini özündə birləşdirir. Tutaq ki, bir məsələni nümunəyə gətirim ki, məsəl üçün, Alan araşdırıb ki, tutaq ki, böyük filosoflar doğuran bir cəmiyyətdə faşizm ideologiyası hardan doğdu? Faşizm ideologiyasının kökü hardandır? Axı bu bəşəriyyətə daima ən ali ideyaları ixrac edən bir düşüncə tərzində bu hardan yarandı? Aydın oldu ki, onun içərisində deməli qruplar, xalq qruplar halındadır. Qrupun içərisindəki bir düşüncə onun daşıyıcısı olub. 16-cı əsrdə ətraf etnik qruplara qarşı həmin o cəmiyyətin içərisində mənfi münasibət bəsləyən, tutaq ki, tipoloji yanaşma olubdur. Tədricən inkişaf kontekstində siyasi dəstək alan kimi o ideologiya çevrilib olub, necə deyərlər, aparıcı bir düşüncə tərzində çevrilib və bəşəriyyətə qənim kəsilib. Səbəb odur ki, ümumiyyətlə o cəmiyyət ondan ibarət deyildi. O cəmiyyətin içərisində çoxsaylı fərqli düşüncə tipologiyasını özündə birləşdirən yanaşma tərzi var idi. Bir o düşüncələrdən biri siyasi dəstək alan kimi artıq bəşəriyyətin faciəsinə çevrildi. Yəni bu baxımdan folklor informasiyası çox sahəli, çox qatlı, müxtəlif dramatik nöqtələri özündə birləşdirən ideologiyaları, necə deyərlər, həyata qeyri-şüuri baxışı, məqsədi, hədəfi ifadə edən anlayışlardır. Yəni bu baxımdan o insanlıq baxımından çox böyük informasiyanı daşıyır. Təbii ki, onun içərisində siz tutaq ki, ekstensional düşüncəni hər hansısa bir tutaq ki, ədəbi cərəyan üçün xarakterik olan elitar o ədəbi keyfiyyətlər tapmaq mümkün deyil. Çünki o düşüncə üçün o cür formalaşmaq, o cür qəlbləmə xarakter edir. Bəli. Amma sizin dediyiniz o problem var. Bəli. Yəni orada cərəyanların hər birinin əslində aşağı-yuxarı və effektləri xalqın içərisində var, amma daha bəsit formada. O cərəyanlar həmin o ideologiyanın daha da intensivləşdirilməsi, xüsusi cilalanması nəticəsində formalaşır. Yəni ona görə xalq düşüncəsinə belə deyək, sadə və primitivləşdirən yox, ümumiyyətlə müəyyən bir etioloji, emosional mahiyyət ifadə edən yaradıcıl hadisəsi. Bəli. Çünki orada belə deyək. Bəli. Çünki burada bir məsəl psixoloji tərəfinə də ən yığcam şəkildə toxunmaq istəyirəm. Çünki folklor belədir. Folklorun ifasında, mənalara ən həzzə ödənmiş şəkildə ifadə olunan bir informasiyadan gedir söhbət. Tutaq ki, bir gülüşdə, hər hansı bir ifadədə iki məqsəd var. Qeyri-şüuri məqsəd, müəyyən bir ideyanı cəmiyyətin düşüncəsinə yeritmək, başqa bir fikirdə isə gülmək və bunu gülmək üsuluna etmək. Yəni, cari tipoloji situasiyadakı vəziyyətlə onun ifadə etdiyi ali məqsəd bir-birindən fərqlənir. Bu mənada folklor fərdi düşüncə baxımından, kollektiv düşüncə baxımından, ailə sferası baxımından çox mürəkkəb informativ layları özündə birləşdirir və qətiyyən bu sadə deyil və çünki özündə çox mürəkkəb psixoloji və sosioloji prosesləri ehtiva edir. Yəni mən bu fikri ifadə etmək istədim. Təşəkkür edirəm. Doğrudan da maraqlı və belə deyək ki, üfüq genişləndirən bir söhbət oldu. Ən önəmli məsələlərdən biri nə idi ki, yəni folklor bitmiş, tükənmiş, nə zamansa yazılmış, artıq davamı gəlməyən bir şey olaraq geniş təsəvvür var. Bu təsəvvürün burada qırılması bu önəmli bir fikir idi və onun mükəmməl olmadığı. Düzdür, folklor mətnləri xüsusiyyət etibarilə, forma etibarilə bir çox hallarda təkmildir. Çünki zamanın içində sınaqdan keçərək, redaktələr olunaraq daha da təkmil bir varianta gəlmiş olur. İkinci, onun bəsitliyi məsələsi. Mən də düşünmürəm ki, bu bəsit bir məsələ onun bəsitliyində deyil. Məsələ ona kimin nə qədər yanaşdığı və o folklor öz belə deyək də məna qapılarını kimin üzünə nə qədər açdığı ilə ölçülə bilər. Sərxan müəllim məsələn biraz toxundu o şeylərə. Məsələn Azərbaycan ədəbiyyatında mən Akşin bəyin fikrindən razılaşmamaq kimi deyim ki,
Birinci siz məsələn müsabiqə üzərindən dəyərləndirirsiniz. Bu yanlış bir şeydir. Çünki müsabiqə adətən yeni, gənc yazarlar və sair həvəskarlar da göndərə bilir. Dolayısıyla onlar hələ peşəkar ədəbiyyatçı, Azərbaycan ədəbiyyatını təmsil edən şəxslər kimi baxmağımız doğru olmazdı. Digər bir məsələ, məsələn, Azərbaycan ədəbiyyatında mən düşünmürəm ki, folklorun potensialından daha yaxşı istifadə olunur. Söhbət müasir ədəbiyyatdan gedir. Amma məsələn, Azərbaycan rəssamlığında folklorun potensialı daha çox dərində və daha çox istifadə olunur. Məsələn, bunun ən yaxşı nümunələri Abşeron məktəbidir. Müəllim bayaq adını çəkdi, Mircavad Cavadovun, Kamal Əhmədin, Rasim Babayevin. Biz bunlara baxsaq, bütünüylə təpədən dırnağa Azərbaycan folklorudur. Amma eyni zamanda da rəssamlıq baxımından, universallıq baxımından da bütün parametrlərə cavab verəcək möhtəşəm bir sənət əsəridir və dünyada da Gabriel Garcia Marquez bütünüylə folklordan ibarət olan, amma modern roman ənənəsini yaşadan müasir dövrün önəmli yazıçılarından biridir. Burada amma qəribə bir şey yaranır. Biz deyirik ki, əslində folkloru sevirik, bəsitdir, sadədir, hamı başa düşür, amma qəribə bir şeydir ki, onun elmi tərəfi, məsələn, qarşımızdakı bu üç insan çox az populyar və çox az tanınır. Məsələn, özümü tənqidi bəlkə biraz da özümə yönəldim. Siz təqdim etməyənə qədər mən Sərxan Xavərini tanımadım. Amma halbuki mən onun kitablarını oxumuşam. Simasını heç vaxt görməmişəm. Yəni kitablarını oxuduğum bir adamı ilk dəfə belə deyək ki, bildim ki, həmin şəxsdir. Dolayısıyla buradan da nəyə gəlmək istəyirəm? Sizin bu mütərəqqi fikirləriniz, önəmli, dünya ilə assosiasiya olunan yeni fikirlər. Dolayısıyla bunun yaşaması lazımdır. Bunun yaşadılması üçün də ənənənin olması lazımdır. Müəllimliyin filoloji kontekstdə ötürmə, varislik funksiyası olmalıdır. İstəyərdim ki, bəlkə bunun biraz bugünkü reallığımızda akademik tədris məsələsi necədir, klassik mənada bizim folklora yanaşmamız necədir, dərsliklərimiz varmı məsələn və biz hansı istiqamətdən, hansı boşluqlarımız var və ya hansı ümidverici, belə deyək ki, siqnallarımız var. Mən bir cavab vermək istəyirəm bəzi məsələlərə. Çox sağ olun, təşəkkür edirik fikirləriniz üçün. O Akşin müəllim və Akşin bəy deyək, bizi doğrudan da sizin dediyiniz o problem həqiqətən də var. Yəni mən Azərbaycan dilində elmi düşünürəm. Problemi var. Amma o problem qətiyyən heç bir halda folklorla bağlı deyil. Məsələn, elm təhsil sahəsində çalışan bir mütəxəssis olaraq mən Akademiyada Elm və Təhsil şöbəsinə rəhbərlik edirəm. Bilavasitə inzibati olaraq məsuliyyət daşıdığım bir sahədir. O daha çox təhsilin problemidir. Azərbaycan dilində elmi düşünmək. Məsələn, Azərbaycan şagirdlərinə, Azərbaycanın yetişən gənc nəslinə riyazi düşüncə mədəniyyəti öyrədilməlidir. Onlar riyazi düşünməlidirlər. Riyaziyyat öz-özlüyündə elmin dilidir. O riyazi düşünə bilirsə və Azərbaycan dilində danışırsa, onun riyazi düşüncə potensialı Azərbaycan dilinin elmi fikri ifadə imkanlarını genişləndirəcəkdir. Və yaxud da fəlsəfi düşüncə mədəniyyəti aşılanmalıdır. Məsələn, çox dəhşətli bir tendensiya yaranıb. Hamı narrativə, nəqilçiliyə, məsələn, insanlarla söhbət etmək olmur. Hansı bir cümləlik fikir ifadə etmək üçün 2 saat bir əhvalat nəql edirlər və sonunda o cümləni deyirlər. Fəlsəfi düşüncə mədəniyyəti, ümumiləşdirmə qabiliyyəti, birbaşa hədəfin ifadə edilməsi qabiliyyəti, bunlar hamısı təhsillə bağlı olan problemlərdir. Hesab edirik ki, yəni qətiyyən o folklorun dil məsələsi ilə əlaqəsi yoxdur. Folklor informasiyadır. Kollektiv informasiyadır. Kollektiv informasiya mübadiləsi də bu artıq keçmişdə olmayıb. O deyir ki, indiki dövrdə özünü inkişaf edir və onun qızıl dövrü gələcəkdə olacaq. Çünki texnologiya daha çox tətbiq olunur və kollektiv informasiya ilə gələcəkdə daha böyük bir informasiya mübadiləsi baş verəcək. Ona görə deyir folklorun qızıl dövrü hardadır? O deyir folklorun qızıl dövrü gələcəkdədir. Ona görə ki, informasiya öz pik həddinə gələcəkdə çatacaq. Axşamınız xeyir olsun. Hər birinizə təşəkkür edirəm. Bir şey vurğulamaq istəyirəm ki, burada oturan hər üç alimin birgə tərtib etdiyi bir kitab var. Folklorun multikultural kontekstdə folklorun funksional semantika strukturu. O kitab mən fikirləşirəm ki, bizim folklorumuza tamamilə yeni baxış bucağı, folklorşünaslığımıza tamamilə yeni baxış bucağı təqdim edir. Buna görə ki, o istər Hikmət müəllimin internet folklor tədqiqatları, istər Səfa müəllimin
psixoanalitik, folklorun psixoanalitik strukturu ilə bağlı, istər Sərxan müəllimin ümumiyyətlə folklorun funksionallığı ilə bağlı olan tədqiqatları sırf bir belə deyim də o kitabın əsasnaməsi olan Alan Dandesin Xalq kimdir məqaləsi üzərinə qurulub və buradan başlayaraq bildirmək istəyirəm ki, folklor, folklore fikri, xalq nədir fikri folklorun başlanğıcını bildir və mən özüm filologiya fakültəsini bitirmişəm və bizim seçilən folklorşünaslarımızdan dərs almışam. Amma bizə tədris olunan folklorşünaslıq sırf şifahi xalq ədəbiyyatı kontekstində gedir. Yəni folklora sırf ədəbiyyat baxımından yanaşırdı. Folk və lore baxımından ədəbiyyata yanaşmaq isə ilk dəfə Hikmət müəllimgilin, Sərxan müəllimgilin tədqiqatlarından başlayır. Və mən ilk dəfə Hikmət müəllim mənə sual verəndə ki, folklor sadəcə ədəbiyyatdırmı? Mən fikirləşdim ki, yəni dastan, bayatı, folklordan başqa bundan başqa nə var ki folklorda? Ağlıma heç bir şey gəlmədi. Ondan sonra biz internet folklorunun tədrisini mən öz üzərimdə inkişaf etdirəndən sonra fikirləşdim ki, necə ola bilər ki, məsələn, cırtdanın nağılı təkcə folklor deyil, eyni zamanda bir xalq tərəfindən hazırlanmış bir cırtdan oyuncağı da folklor hesab oluna bilər. Yəni bunu mənimsəmək biraz çətin oldu. Cırtdan oyuncağı bərabərdə elə bil ki, bir bayatıya. Yəni bunu mənimsəmək doğrudan da bizim yəni bildiyimiz, mənim oxuduğum folklor biliklərinə tamamilə belə deyim də bir evolyusiya kimi bir şey idi. Ona görə mən də elə Akşin bəy əvvəldə dediyi kimi folklora baxışım tamamilə belə deyim də çox ciddi yanaşmırdım. Yəni sırf məsələn folklora etnoqrafiya və antropologiya baxımından yanaşmağı isə belə deyim də folklorun filoloji funksiyasından daha çox mənə aydınlaşdı folklor bu mənada. Və internet folkloru biraz geniş anlayışdır. Çünki internet folklorunun sırf burada əsas girişini demək olar ki, Hikmət müəllim verdi. Biz öz dərslərimizdə, mən internet folklorunun ilk kursunu alan tələbələrdən biriyəm. Bizim dərslərdə biz hara kimi gəlmişdik? Demək olar ki, internet kapsləri, internet memləri, folklor hesab olunan internet memləri, internet kapsləri. Mən bu barədə sual olmayacaq, sadəcə bir məlumatı demək istəyirəm. Deməli, bu barədə belə bir indiki, məsələn, xüsusən bizim də, yəni elm adamlarının əsas söhbətdaşı indi ChatGPT-dir. Mən GPT ilə danışanda ona sual verdim ki, biz ədəbiyyatda daha çox belə sual verdik. Bizə bir dənə Sabir üslubunda şeir yaz. Mən əslində cavabı bilə-bilə istədim ki, GPT-dən alım o cavabı. Sual verdim ki, səncə Sabir üslubunda, hal-hazırda sırf üslubunda şeir istəmədim ondan. Sırf Sabir üslubunda sən bizə müasir dünyada nə təqdim edə bilərsən? Belə-belə uzun söhbət getdi və o sonda mən istədiyim cavab verdi ki, internet kapsləri. Yəni sizin bu barədə fikriniz nədir? Sabir və internet kapslərinin bir-birinə, yəni belə fərqli tərəfləri, inteqrasiya olmuş forması. Təşəkkür edirəm. Rəqsanə bizim Xəzər Universitetində magistraturada xüsusi fən kimi internet folkloru fənnini tədris edirik və orada biz həmin o kursu internet folkloru üzrə keçmişik və çox yaxşı misallar, nümunələr edib. Əslində o internet memləri, internet kapsləri forma etibarilə tutaq ki, bugünkü vizual effektlərlə olsa da, üslub baxımından, özünü ifadə baxımından fərqli bir kanalla ifadədir. Yəni tutaq ki, şəkillər üzərində yazılar, bu bənzər ona ki, tutaq ki, biz fikrimizi yalnız sözlə demirik, müəyyən bir hərəkətlə göstəririk. Məsələn, tutaq ki, biz belə bir işarə göstəririk və bu işarədə müəyyən bir sosial qrup üçün müəyyən bir mənası var, yaxud hər hansı bir əl hərəkəti və s. və ilaxır. Yəni, bu mənada internet folkloru perspektivindən baxanda və elə internetdəki prosesləri də folklor adlandıran düşüncənin, o nəzəri metodoloji bazanın əsasında məhz o interneti çox kanallı ifadə şəklində, tutaq ki, audio, video, yazı, şəkil, müəyyən bir sxematik quruş, müəyyən bir flash moblar, yəni bu müəyyən bir trendlər, qocalma, cavanlaşma və s. bir trendlər, hashtaglər, linklər və s. Bu şəkildə artıq özünü ifadənin sadəcə olaraq formaları dəyişib.
biraz da klassik mənada desə, elə bir ki, janrları dəyişib. Amma yenə də özünü ifadə, kollektiv özünü ifadə, burada fərdi özünü ifadə etmədən söhbət getmir. Burada bunun folklorluğu və folklorikliyi məhz kollektiv özünü ifadə etmədədir. Məhz internet mühitində, bayaq o anonimlik məsələsində də, məhz internet mühitinin özünün təbiətinə xas olaraq kollektiv özünü ifadə etmə, variantlar şəklində özünü ifadə etmə və anonim bir proses kimi, bir folklorik mühit kimi internet mühitində bunun meydana gəlməsidir. Bayaq Səfa müəllimin bir qızıl dövrlə bağlı bir fikri vardı. Ona da münasibət bildirim. Rəqsanə də çünki sualından o gəldi. Bəli, folklor ilkin halda bir keçmiş haqqında təsəvvür idi, bir müqəddəs, toxunulmaz bir anlayış idi. Amma müasir texnologiya və Alandan desin də yaşadığı dövrdə e-mail texnologiyası ilə artıq internet folklorları meydana gəlmişdi. Bu Web 2.0-a qədər bir tərəfli ünsiyyətdə, yəni məktub qaydasında. O mərhələdə artıq alimlər qənaətə gəldilər ki, ünsiyyət fasilitatorları nə qədər artırsa, kanalları nə qədər artırsa, deməli kollektivləşmə, kollektiv informasiya üçün də o qədər imkanlar yaranır. Bu mənada folklor ölür, bitir, başa çatır. Heç bir halda bu belə deyil və canlı bir dinamik sistem kimi Səfa müəllim də dediyi kimi onun qızıl dövrü hələ gələcəkdədir. Və sözümü o fikirlə yekunlaşdırıram. Bəlkə də bu başqa bir bizim verilişin də mövzusu olacaq. Artıq biz post-human mərhələsində, deməli, homo sapiensdən info sapiensə keçid mərhələsində artıq biz siborqların yaratdığı, inforqların yaratdığı bir folklordan danışırıq, dünyada danışılır və ən son isə AI texnologiyalarının, yəni bu gün dediyimiz o süni intellekt alətlərinin yaratdığı artıq folklor nümunələri. Bu artıq yeni bir reallıqdır. Çoxlu suallar gətirir özü ilə bu texnologiya, bunun ümumiyyətlə bu AI texnologiyaların yaratdığı folklor nümunələri ənənəvi folklordurmu? Bunun arxasında dayanan bəs kollektiv kimdir? Bu informasiya necə emal olunur? Bəs onun içərisində tutaq ki, onun emosiyası yoxdur, amma onun bir alqoritmik təfəkkürü var. Bu necə baş verir? Bu yeni suallardır və gələcəyin tədqiqatları bu istiqamətdə olacaq. Deməli, bu sosioloq, kulturoloq Margaret Mead var. Eşitmiş olarsınız, məşhur adamdır. Onun belə bir yanaşması var. Deyir, biliyin cəmiyyətdə nəsildən nəsilə ötürülməsinin 3 fərqli mərhələsi vardır. Birinci, postfigurativ mərhələ hesab edir. Bilik yaşlı nəsildən gənc nəsilə ötürülür. İkinci mərhələni konfigurativ mərhələ hesab edir. Bilik yaşlı nəsillə bağlı eyni zamanda orta nəsildən də alınır. Və nəhayət, prefigurativ mərhələ bilik gənc nəsildən yaşlı nəsilə, əksinə, birinci mərhələdən fərqli olaraq əksinə ötürülür. İndi bu yaşadığımız müasir dövr, yaşadığımız müasir mərhələ Margaret Mead'in dediyi 3-cü mərhələdir. Bu ümumi qanuna uyğunluğu bəzən başa düşməyəndə çətin olur. Başa düşəndə bəzi məsələləri anlamaq çox asan olur. Mən də sözümü ondan yekunlaşdırmaq istəyirəm ki, Azərbaycan gəncliyi özünün məsuliyyətini, informativ məsuliyyətini, elmi intellektual məsuliyyətini və Margaret Mead'in həmin o təsnifatına uyğun olaraq dərk etsə, çox problemlər həllini tapar. Dostlar, mən istəyirəm sizin adınızdan, bizim YouTube kanalında izləyicilərimizin adından, bizim hər üç alimimizə öz təşəkkürümü bildirim. Bu geniş informasiyanı bizlə bölüşdülər və istəyirəm ki, onları yormayaq, çünki növbəti dəfə dəvət eləyəndə etiraz eləməsinlər. Və son sözüm də mənim bundan ibarətdir ki, mən folklorun özün bəsit hesab eləmirəm. Folklorun bir qaydası var bəsitləşdirmək. O, inkar olunmaz bir qaydadır. Folklorun özü əlinə keçən informasiyanı bəsitləşdirsə də, biz bu müzakirəmizdən belə bir nəticəyə gəldik ki, folklor özü bəsit bir məsələ deyil. Çox mürəkkəb bir məsələdir və mürəkkəbliyin də səbəbi odur ki, min illər ərzində xalqın yığdığı bir sərvəti, mənəvi, ruhani, psixoloji sərvəti, estetik, etik sərvəti biz 2 saat ərzində müzakirə edib axırına çıxa bilmərik. Ona görə söhbətimizi, müzakirəmizi burada saxlayaq, amma ardıvarla saxlayaq. Növbəti mövzularımızda görüşənədək.
Çox sağ olun. Təşəkkür Sağ edirəm olun, sizə. çox sağ olun. müəllim bəy. Sağ olun. Sağ olun.